Salam əziz və hörmətli dostlar. Çox təəssüflə nə oldu bilmədim. Proqram kəsildi. Mən təzəşdən çalışıram ki, qonağımızı çağıram, davam eləyək. Çünki çox az biz proqram aparmışıq. 1 saat yarımdır. 1 saat 40 dəqiqə hududən kəsildi. Normalda 4 saatda kəsilər. Bəlkə bu bizə də bir fayda toxunacaqdır. Bugün Salih bəy cənablarının çox vaxtı olsa sorunu biraz çox, programı biraz uzaldarıq və bəhsləri çox burada aparırıq. Bəlkə eləyə bilək sorularımızı oradan ki mümkündür azaldaq, sabaha az qalsın. Beləliklə. Umarım ki Salih bəy gələ bilər. Salih bəyə bilməm buradan da bir mesaj göndərim ki o qırıldı. Əgər gələ bilsələr gəlsinlər. Elə bir ki bizi atdılar eşiyə. Yəni nə cür oldu? İndi ittiham da vurmayaq bilmədiyimiz üçün qətən, amma Salih bəy, əziz dostum, biz qayıtdım, mən onlaynam. Əgər siz orada varsınız, lütfən gəlin, proqram davam eləyək, sağ olun. Buradan da mesaj göndərdim, Salih bəy indi hər yerdə olsa hətmən gələr. Dostlar, bu günləri buradan təəssüflə proqram kəsildi indi. Güney Azərbaycan İstiqlal Partisinin sözcüsü ya lideri ilə danışırdıq. Sözlərimiz çox ciddi yerlərə gəlir çatıbdı. Ciddi məsələləri danışırıq. İran tarixində olmayan bəhsləri danışırıq. Yəni mən şəxsən danışqahda da oxumuşam, meşikdə də oxumuşam, ulum siyasi də oxumuşuq. Amma nə deyirlər, bunları görməmişik, bunları oxumamışıq. Tamam. Salih bəy burada olsaz da mən görmürəm. Salih bəy, ya səbr edin, gördüm sizi. Tamam. Çox sağ olun. Əlan sizi dəvət edirəm. Mən şəxsən İranda oxuduğum kitablarda, qulaq asdığım seminarlarda filan elə keçirlər bu qonunun yanından bu İranda. Elə bir ki hamı bunları bilir, təbiidir ya da bilməmələri lazımdır. Yəni özləri vururlar ki bu bilinməməlidir. Yəni o zaman ki üstündə danışmırlar, bu belə gəlir. Mən görürüm, bir də məndən istək gəldi elə bir. Buradan bunu qəbul elədim. Tamam, Salih bəy, mən bir də sizi çağırdım. Bu çox ciddi bəhslərdir. Bu bəhsləri aparmağa məcburuq və Salih bəy cənabları da yenə gəldilər. Yenə də salam əleykum. Salih bəy, 5-ci gündür. Mütəəssifanə birinci bölüm qırıldı. Bu ikinci bölüm hesab olur. 5-ci günümüzün ikinci bölümü hesab olur. Sözümüz gəlmişdi, vətəndaşlığa yetişmişdi. Vətəni qurtardıq. Vətəndaşlıqdan danışırdıq. Dedik ki, son sorum buydu cənabınızın əgər yadınızda olsa, buydu ki, qadınlar bu orduya yazada alınacaqdır. Orduya dedisi İranda qadınlar gedə bilmir. Əlbəttə ki, Azərbaycanda bütün dövlət strukturlarında ordudan tutub da iqtisadi, siyasi, dövlət başkanlığına qədər heç bir məhdudiyyət olmadan qadınların iştirakı, yəni cinsiyyətdən asılı olmayan hər kəsin iştirakı azaddır. Və üstəlik bir maddəmiz vardı İstiqlal Partiyasındakı qadınların haqqında olan o zülmü daha sürətlə ortadan qaldırıb və eşitliyi təmin eləmək üçün beyinsəl və fiziksel, yəni ki, həm maddi dünyada, həm də beyinlərdə dəyişdirmək üçün müsbət anlamda müsbət təb'iz qadının ləhvinə də tətbiq olunmalıdır ki... Bu təb'iz sözünün yerinə üstünlük işləsək daha yaxşı olmaz. Çünki mən də özüm bir zaman işlədirdim. Yəni, məqsəd odur ki, məsələ qadınlara üstünlük verilsin. Bu məqamlarda, bu işlərdəki o boşluğu, o xələyi cübran et. O zülmü bəlli ölçüdə demək, o ara yoxdur, boşluq vardır. O aranı doldurmaq üçün biraz sürət verir.
Gözəl. Qadınların illaki ərtəşdə orduda olmalı, fərmanda olmaları. Bunlar bizim daha əvvəldə də dedim ki, bizim nağıllarımızda da və tariximizdə də qadın komandoları, qadın fərmandehləri, qadın şahları olub və ancaq bu İran kültürünün və İslam məzhəbinin, İslam dininin demək oturuşu ilə, ağırlığı ilə bunlar yavaş-yavaş toplumdan təmizləniblər. Biz yenə də Azərbaycanın məsələn ucqa kəndlərinə gedəndə bu ayrımı görmürük. Yəni bütün işlərdə də qadınlar da işləyir, qadınlar tarlada da işləyir, evdə də işləyir, binada tiksin. Yəni bir məhdudiyyət yoxdur. Qadın kişi ayrımı yoxdur. O yerlərdə məsələn bu kültür çox yerinə otura bilmir. Yəni qadın aşağılama kültürü. Ona görə hər məqama, hər yerdə, hər idarə sistemində, hər bir işə qatılmalarına şəraiti sağlamaqda dövlət müvəzzəfdir. Siz dünən bunu tərif eləyəndə, dünən İsra gündür buyurdunuz ki, əgər bir erkəklə bir xanım ikisi eyni təcrübə sahibi olarlar, eyni savad sahibi olarlar, eyni təxəssüs, uzmanlıq sahibi olarlar, orada qadın üstün gələcəkdir. Bu da gözəl bir şey. Biz qadını seçəcəyik, orada qadını seçəcəyik, qadını tercih edirik, tövsiyə edirik ki, bu qadını yolun aşmalıyıq ki, bu gəlsin. Bəli. Yox, amma təxəssüsü deyək, məsələn də deyilsə, gətirib məsələn bir şey eləyə bilmirsə, onu da zorla ki vermək olmaz. Yəni bu üstünlüklər... İş xərablanar, təbii ki, iş xərablanar. İş istəmirik, iş xərablanar. İndi sizin parti vətəndaş və vətəndaşlıqdan bir elmi, siyasi, hüquqi tərif ortaya qoyubmu? Bir doğum vasitəsilə vətəndaşlıq, yəni ki, birisi doğuş olaraq Azərbaycanın doğulduğu bir haqq vətəndaşlıq hüququ vardır, bu torpağın məhsuludur, burada doğulubdur, o buranın ayrılmaz bir hissəsidir. Onun hüququnu heç kimsə ondan ala bilməz. Məyər ki, o vətəni, bir türlü o vətənə dal çevirmiş, üz çevirmiş və ya əleyhinə işləmiş olar ki, dövlət o hüququ ondan, hətta doğma hüququ ondan ala bilər. Məsələn, deyək ki, bəlli bir səbəbdən onun daha rəy vermə haqqı yoxdur və ya bəlli şeylərdə iştirak hüququ yoxdur. Bir də ki, vətəndaşlıq məsələ, deyək ki, Azərbaycanlı olmayan da gəlib buraya baş vurur vətəndaşlıq. Üzr istəyirəm, oranı geçməyək. Orada mənə biraz şey düşdü. Nə şəraitdə məsələn birinin vətəndaşlığını almaq olar? İftixari deyil ki, doğuşdan gələn bir vətəndaşlığı dövlət necə ala bilər? Yəni dövlətə verirsək bu haqqı ki, alsın, bəhanələr düzəldər, o bəhanələrlə ala bilər. Əgər bir xiyanət içində sübut olunmuş bu vətənin ciddi zərərlər vermiş və ya vətən düşmənləri ilə ciddi bir iş birliğinin içində olmuşsa, böyle tarih boyda olubdur. Onlar o vətən hüququndan, vətəndaşlıq hüququndan ya o vətəndə hər hansı onda məsələn fərz buyurun ki, Cumhur İslamini misal vururam, hamını gətirir televizyonda məcbur ilə etiraf eləsin ki, mən casusam, mən xainəm, mən filanam. Dövlətlər bu işi görürlər lazım olanda. Mən afiylə dövlətlərdən danışıram, hakimiyyətdən danışmıram. Qanunda da hətta gəlir bunu məhdud edir, yəni şey edir. Bunu dövlətin əlinə verirsə, bugün Kanadanın qanununda, bu qanununda bəzi Kanadalılar vardılar ki, rəy verə bilməz. Kanadalıdır. Amma vətəndaşlığını almır əlinə. Deyir ki, sən rəy verənməzsən. Deyir ki, rəy verənməzsən. Deyir ki, rəy verənməzsən, amma vətəndaşlığını əlindən alanmır. Vətəndaşla, baxın, vətəndaş olmayanın ayrımı elə biri buradadır ki, onun idari, siyasi işində rəy verib, seçib və seçilməsində bir imtiyaz, bir haqq. Məsələn, vətəndaşı ixrac eləmək olmaz vətəndən. Amma vətəndaş olmayanda ixrac eləyə bilərsin. Getkidən salır söylə, deyir ki, sənin bura vətənin deyil, xoş gəldin. Vətəndaşı da zərərlidirsə sürmək olar. Sürüblər, tarixdə də sürüblər, vətəndən sürüblər, təbid ediblər. Təbid olar. O dövlət
dövlətə baxar da, dövlət bunu görür. Yəni o şeydir, yəni O qanun dövlətin siyasəti o dəyişərsə, vəz olunan yəni qanunun indi bizim yəni buna görə bir maddəmiz yoxdur ki, bu demək daşı vursaq deyək ki, bu vətəndən sürülməli deyə yox. Amma yəni bu ola bilər. Vətəndaşlıq verilə də bilər, alına da bilər. Bir doğum vətəndaşlığı təbii ki, doğuş olaraq insanın orada heç bir səsə minnəti olmadan onun orada bir vətən hüququ var. Onu kimsə ondan səlb eləyə bilməz. Amma o imtina eləyərsə və ya bir demək vətənə bir zərər verərsə, vətən əleyhinə işlərdə ola bilərsə, bunun da demək o vətəndaşlıq hüququ məhdudlaşar. Alınmasa da məhdudlaşar. Məsələ deyərsə, sən siyasətə daha girə bilməzsən. Sən məsələn dövlət işlərində ola bilməzsən. Sən burada prezident ola bilməzsən. Məsələn deyək birisi bir cinayət işləyibsə, bir qətl edibsə, zindanda yatıbsa, o da prezident ola bilməz. Burada seçkilərə gəlib girə bilməz. Məclisə gedə bilməz. Oğurluq eləyibsə, bunlar kriminal işlərdir də. Bu bəlli vətəndaş hüquqları bundan səlb olur, alınır o birisi şeylərə. Mən burada çox ciddi suallarla üzbəyiz dururam cənabınızla. O cümlədən buyur ki, məsələn, onda məsələn, bir iddə insanlar həbsidədirlər. Məsələn, deyək ki, pişəvəri. Amma həbsdən çıxandan sonra gedir prezident olur. Yəni millət siyasi zindanlar, ola siyasi zindanlar. Məsələn, bir seri kriminal zindanlar var, qatillər var, silsilə qatildir, qaçaqçıdır, məvaddi müxəddir, məsələn, bir də toplumu məsələn fəsada çəkibdir, bir millətin yarısını mötəd edir. Onu gətirib bir siyasi şeylə, bizim əlbəttə Azərbaycanda siyasi, baxın, gələcək Azərbaycanda heç bir kimsə, heç bir vəziyyətdə siyasi düşüncəsindən, inancından demək, həbs və ya məhdudlaşdırma hüququ yox. Yəni, beləncə bir sistem yoxdur ki, bir nə deyək ki, sən məsələn siyasi düşüncənin üçün siyasi zindanı var. Siyasi zindanı olmayacaqdır. Yəni, düşüncəsindən, inancına görə kimsə zindan olmayacaqdır. Sizin dediyiniz zindan siyasi zindan. Onu siyasi düşüncəsi üçün pişəvərini hansısa bir cinayətdən dolayı atmamışdılar ki orada. Əslən savaşda mən mümkün məsələn qətl edirəm. Yəni vuran bir seri bəsici pasları, bilməm İran jandarmını vuram, öldürəm. O qətl deyil, o siyasi savaşdır. Məsələn bütün dünya dövlətlərində də onu şey eləyəndə səni qatil kimi şey eləmirlər ki, bu mübarizədir. Mən toprağımı azad edirəm. O da gəlib mənim o məni öldürür. Mən yaşamaq üçün savunmuşam. Mən millətimi savunmuşam. Gedib birinin torpağına girsəm, birinin məmləkətinə girsəm, onda işğalçı kimi mühakimə eləyirlər. Yəni ki, o ki dedim, bu hüquqi bir məsələdir. Vətəndaşın bəlli bir sürəcdə, bəlli bir əməllərin qarşısında görürsünüz ki, bəlli hüquqları elə həmən qanun səlb edir. Yəni burada Kanadada da vardır, başqa ölkələrdə də bu ola bilər cinayət işləmişlərdən gedib heç zaman yəni Kanadada birisi zəncirəyə qatildir, yazsın desin ki, mən burada istəyirəm şeyi seçim, burada kim baş nazir olur, onun haqqı yoxdur ki, o bu məmləkət, bu milləti dərmədağın elibdir, afət kimi bu məmləkətin düzənini pozubdur, onun burada rəy vermə filancat hüququ yoxdur. O cinayətlərə dedi. Onu da tabii ki cinayət dəftəri tərifləyir ki, nələr cinayətdir. Mən bu gün duyum, bu cinayətdir, o cinayətdir, o cinayətdir. Bunu mənim sayma səlahiyyətim də yox. Mən hüquqçu deyiləm ki. Onu o cinayət dəftəri, cinayət məcəlləsi, cinayət qanunu bəlirləyir ki, hansı işləri gördüyündə nədir? Məsələn, hansı haqlardan məhrum olur, hansı işlərdən məhrum olur. Siz burada məsələn sual soruşum. Sizdən bir sual soruşum. Salih bəy, bir sual soruşum. Məsələn, bir nəfər, məsələn deyirəm, bir dənə misal bıraq. Kəlibərdə adam öldürübdür. Salıblar da zindana. Bu zindandan kandid olur. İnsafəli Hidayət Kəlibərdə yaşır, Kəlibərlidir. Orada adam öldürübdür, Allah uzaq eləsin. Düşüb zindana. Azərbaycan Cumhuriyyətində, sizin də partinin dövlətində tutulmuşam, düşmüşəm zindana. Zindandan mən kandid oldum. Dedim, ağa,
Üzr istəyirəm, mən adam öldürmüşəm, çox üzr istəyirəm, amma mənim nəqşəm budur. Millət də mənə rəy verdi. Siz onun qabağında duracaqsınız. Onu sən ada olmasına dedim onu hüquq bəlirləyir. Mən deyil. Bizim fikrimiz budur. Onu Azərbaycanın hüquq məcəlləsi nəyi bəlirləyəcəksə, nə Siz nə düşünürsünüz? Yəni siz parti olaraq bunu mənə görə desəz, biri qatildir, qətl işləyibdirsə, bir səbəbi var da, biri gedib günahsız birini qətl edib düşürək. Özündən difaa edək adam düşüb bura. Bu qətl edib, zindana düşübsə, qətldən dolayı demək ki, haqsızca birisini nə savaşda olubdur, nə müdafiədə olubdur, birini gedib... Mümkün də olubdur da, yəni indi onu deməyək ki, heç kəsin demək olmur ki, məsələn, adam birin, indi hər kəs qadiqatda gəlir, hər kəsin öz sözünü deyir. Biri ölübdür, öləndən sonra indi məni deyirlər ki, bunu öldürmüsən. Mən deyirəm, öldürməmişəm. Tam ayrıdır, ittihamdan təmizlənmə ayrıdır, qatil ayrıdır. Biz burada konkret şeylərdən danışırıq. Birinə bir ittiham vurublarsa, o ittihamdan çıxa bilər, təbri ola bilər, filan ola bilər, ayrımı. Amma birisi bir cinayət işləyibsə, o siyasi məmləkətin taleyini cinayət çıxara tapşırmaq olmaz. Onun o cinayət məcəlləsinə baxılır, görür ki, bu adam məsələn oğurluqdan dolayı zindana giribdir. Biz bir oğrunu, əsən millət rəy versin. Əsən niyə qoyuruq o məqama ki, millət gəlsin ona rəy versin? Biz ona o fürsəti tanımayaq ki, milləti Allahsın, rəy versin, gəlsin olsun. Xümeyniyə də rəy verdilər də, Cumhur İslamiyə də rəy verdilər də. Onda nə fərq elər? Onda da bu gələr ki, hər kəsə eləmək olar, bir dana töhmət vurmaq, onu zindana salmaq. Məsələn, misal vururam. İndi deyirlər ki... Sistemini ümumiyyətdə onda gəlir şübhə altına alır. Onu istəyirəm, misal istəyirəm onu vuram da. Məsələn, deyirlər ki, bu adam nədir öldü? Rəis Cumhur, rəisi. Deyirlər ki, bu rəisi istirdi, kandid idi rəhbərliğə, Xameneyinin yerinə, Xameneyinin oğlu öldürübdü bunu. Tamam, bu bir dana şeydir da, yəni bir şeydir, bir dana rəqibi götürmək üçün bir dövlətin bir kandidi, o birisi kandidi aradan götürə bilir. 1000 dana ittiham, biri də budur, öldürə bilir və o birisiləri məsələn ittiham vurarlar, salarlar zindana. Bunlar ola bilənləri, olmaz da demirik. Amma bunlar o qədər də rahat deyil də. Məsələn, bir dənə siyasi çəkişmədə fərz edin ki, birisi eləyə bilər, potansiyeli var ya, məsələn, bir partidə fəaliyyət edir, Behman eləyir. Onu elə o rahatlıqda da ittiham vurub buna məhbusdur filandır deyə. Salih bəy, yap belə aydın misalı budur bax. Salih bəy, aydın misalı budur. İran pərəstu göndərir, xanımlar göndərir, xanım fəalları da erkək göndərir. Tamam. Gedirlər, onları belə filmi də götürürlər, gətirirlər, qoyurlar, deyirlər, bax, bu adam səlahiyyəti yoxdur, kandid olmağa, illəti budur bax, bu adam xanımısı ola gedib bu xanımla, ya bu xanımın əri ola. Onlar əfqarı ümumunu zəhərləmə və ya təbliğatı söylərlər. Onlar fəqət İranda deyil, Amerikada da var. Clintonu gətirdilər, bir dənə şəkil saldılar, hakimiyyətdən götürdülər. Yəni bunun önünə keçmək mümkün. Onun önünə keçmək mümkün deyil. Yəni bunlar gətirməsələr, onlar hər yerdə olur. Maksimum çalışıb bunu daha ədalətli bir formada bizim hədəfimizlə məmləkəti ləyaqətli insanlar idarə eləsinlər. Məmləkətin mənim mənzurum budur ki, bunu versək qanunun əlinə, qanunquzarın, məclisin əlinə, bir güclü bir qüvvə, mafiya eləyə bilər bunu zaman içində millətin əleyhinə çevirə. Fəqət öz adamları çıxar. Məsələn, mən məclis haqqında deyəcəyəm, məsələn, mən mötəqidəm İranda məclis təbəqatidir. Yəni, o təbəqə ki vardı, tarixdə, İran tarixində bir təbəqə sistemi vardı da, burada da kiləs deyirlər. Mən mötəqidəm, orada fəqət 3 kiləs eləyə bilər məclisə geçsin, o birislərin qabağı alınır. Yəni, belə bir ciddi orada şey vardı. Qanuna qoysaq, gərək ana yasada deyək ki, məsələn, hər kəsi millət məclisə seçsə, biz millətin iradəsinə bağlıyıq. Yoxsa gələk buna bir qanuni şey qoyaq ki, yox, bunlar olsa heç kəs gedə bilməz məclisə, onu bir iddə mafiyalar yaradarlar ki. İnsafəli bəy, məmləkətin demokrasi naminə dünən nə dedik ki, məmləkətin iqtidarı üçün demokrasi və da insanlar fəda oluna bilər. Yəni, bir vətənin taleyini beləncə çünki rəy veriblər, bir dənə məsələn cinayətkarın əli ilə gətirib izmihlala məhv olmağa, darmadağın olmağa və faciyə sürüklənməsinə
müşahidə Salih bəy, edilməməli. Buna mexanizm mənim də konsernim bu ingilislər bizim bir dostumuz var, biri Ərdəbillər demişlər konsern. İndi də Kəlanlılar demişkən konsernin mənim nigerançılığım budur ki, mafiyalar, güclər eləyə bilərlər hamının əleyhinə cinayi pərvəndə düzəldələr. O rəqibləri ki var. eləyə bilməzlər. O nadir hallarda ola bilər, o onsuz da ola bilər. Onlar onu cinayi olmazsa şəxsiyyəti bir şey çıxadarlar. Dediyiniz kimi bir dənə qondarma montaj şəkililə heç həqiqəti yoxdur. İndi bir dənə şəkil qoyurlar. Adamın gətirirlər qoyurlar. Onunla görsən ki, onu siyasi xalqda yəni yenirlər, ona mane olmurlar. Amma zehniyyəti azaldır da ona rəy vermirlər. Yəni onu eləyəcək. İndi mən deyirəm ki, indi millət gəldi, bu adama rəy verdi. Yəni bu adama o qalıbdır ki, bizim toplum nə dərəcədə o dövlət, o sistem əxlaqi dəyərlərə də demək dayanaraq hərəkət edir və ya toplum nə dərəcədə əxlaqidir, ictimai vicdan nə dərəcədə güclüdür. Ondan asılıdır. Yoxsa İndi məsələn ictimai gücün Salih bəy, ictimai vicdan ya o şey ki buyurursunuz ədalət filan, bunların hamısı değişikdir. Bunları bəhs eləyəcəyik. İnşallah ömrümüz yetişsə, cələsələrimiz yetişsə. Burada biz dursaq biz bir nəticəyə yetişə bilməyəcək. Yəni bu Təbii, gedirəm. Amma bu yəni millətin iradəsinə buyurun. İstiqlal Partiyasına görə mən mövqeyimizi deyirəm. İstiqlal Partiyasına görə cinayət işləmiş. Hər hansı bir cinayətdən, indi oğurluq ola, qaçaqçılıq ola, qətl ola, təcavüz ola, birinin adam tapmaq ola. Bunların siyasətə, dövlət işində işləmə hüququ yox. Tamam. Təşəkkürlər. Vətəndaş olmanın özəllikləri və şəraitləri nədir? Birazdan əlbəttə dedik ki, olmayanlar nədir ki, vətəndaşlıqdan çıxır, amma olmasının özəllikləri nədir? İndi onu da genə də Azərbaycanın hüquq sistemi tərif eləməlidir. Bir vətən dedik ki, doğma vətəndaşlar vardır. Burada doğulubla buranın sahibləri də onlara kimsə vətəndaşlığı vermir. O elə oranın doğaraq, orada böyüyərək bir vətəndaş hüququna malikdir. Məgər onu özü, dediyimiz kimi bələdçi şeydir ki, özü hər hansı bir əməli ilə onu zədəliyə, bəlli hüquqlardan məhrumlaşa. Əks halında birini vətəndaş qəbul etmək üçün onu Azərbaycan gələcək dövləti hüquqi sistemi bəlirləyir ki, hansı şəraitlərdə vətəndaşlıq verilir. Nə demək, nə zaman vətəndaşlıq verir. Məsələn, mühacirət qəbul edir, eləmir. Yəni, bunu dövlətin ehtiyaclarına görə, zamana görə onda bəlirlənir. Biz indidən də ki, vətəndaş, məsələn, bu şərtlərdə qəbul edəcək, mümkün sabahlar əsən ehtiyacımız ola vətəndaş qəbul edək. Mümkün əsən heç bir vəziyyətlə o şərtlərdə də qəbul edək. Yəni, artıq mazat cəmiyyət olur. Artıq ola. Yerimizdə yer eləmək olmur. Ona görə vətəndaş bir hüququ bəhsidir. Bunu, hüququnu da, hüdudunu da o günün qanunu təsvib eləyər və ona görə də vətəndaş kim alınır, hansı şərtlərdə verilir, onlar üzərində danışılır. Dünənləri bir məsələ mətrəh elədiniz, o da budur ki, əgər təyyara bir yerdən keçir, orada uşaq doğursa, təyyarada doğulursa, vətəndaş olur. İndi turist gəlib Azərbaycana, keçir oradan. Ermənidir, Kürtdür, Farsdır, hər kəsdir. Orada doğdu. Siz buna vətəndaşlıq verəcək misiniz? İndiki dünya beynəlxalq anlayışlarda belədir. Beynəlxalq anlaşmalarda birisi ötüb gedir. Yəni o vətən təbii harada olur, onun vətəndaşlığı. İndi mümkündür bir gedə ala, vermək orasını mübahisəmiz yox. Bizim belə olursa, bəli, vətəndaşlıq verək. Amma vətəndaşlığın olması, baxın, məsələn, biri bura Azərbaycan vətəndaşı, deyək, məsələn, siyasi ya dövlət işlərində, hətta Kanadada indi baxırsınız, məsələn, birisi bəlli bir şeylərin tələbində olanda deyir ki, neçə ildir burada yaşamışsınız. Əslən, bura yerləşəndən, vətəndaş olandan sonra nə qədər burada yaşamışsınız, ayrı yerdə yaşamışsınız. Məsələn, bir Kanada alırsınız, siz olmaz ki, burada oturasınız dövlətdən məsələn yardım alasınız, gedəsiniz yaşarsınız, Madagaskarda da yaşarsınız. O da gedə bilərsən oraya. Get bir həftə gəz, bir ay gəz, amma 6 aydan artıq buradan eşikdə olsan, o haqlarını itirərsən. Yəni ona da
dövlət bir qanununa qoyar. Deyək ki, məsələn, vətəndaşdır, gəldi, doğdu. O heç ömründə Azərbaycana gəlməyibdi. Ya gəlib orada vətəndaşlığını istəməyibdi. Ya Azərbaycana vergi verməyibdi, bir xidmət verməyibdi, bir mən eləməyibdi. Birdən də tapıla gələn, məsələn, bir dənə 50 ildən sonra deyək ki, mən burada vətəndaş hüququ istəyirəm. Ona da deyərlər bay da. O olmaz yəni. Tamam. O vətəndaşın da vətənin qarşısında bir öhdəlikləri vardır. Necə ki, vətəndaşa bir xidmətləri vardır, vətəndaşın da vətənə bir servisləri lazımdır. Gəlir onları verir, qarşısında onun mənfəətlərindən də bəhrəmənd olur. Yoxsa məsələn Azərbaycan deyək ki, məsələn Azərbaycanın gəldik bir dənə Qızıl mədəni tapdıq. Elə olur ki, bütün Azərbaycanlıların hamısı belə rifahətə yaşaya bildi. Bir dənə də Azərbaycanlı uçaqdan keçibdi. Uşağı orada Azərbaycan vətəndaşı alıbdı, amma heç Azərbaycana gəlmir. Bu imkanatı görüb deyir ki, mənim də orada payım var. Tamam, gəl burada yaşa, burada işlə, sən buna xidmətini də vercinə, ondan sonra sən burada payını da paycinə. Yəni, elə deyil ki, o vətəndaş vətəndə də olmalıdır. Ki, vətəndə də bəlli ölçüdə, məsələn, Azərbaycanın indi qanunları var. İndi bəzən, məsələn, dəyişdirməyə çalışırlar. Ya istəyirlər nənəsinə. Bunu zaman sürəcində hüquq sistemi bəlir. Bunu bir siyasi təşkilat bu gündən desin ki, vətəndaş budur, ya nə bilim, belə şərtlərdə vətəndaşlıq olacaq, onu qəbul eləmirəm. Bunlar Siyasət və hüquq başqa bir şeydir. Bu ki, bir partinin düşüncəsi nədir, o da başqa bir şey. Çünki məsələn, bir dənə parti buna fəqət görə gəlir iş üstə, deyir ki, mən vətəndaşlıqda bu şeyləri dəyişəcəyəm. Gələ bilir iş üstə. Yəni, bu bilirsiniz, partilərin işlərinin biri elə budur. Yəni, biz də deyirik ki, vətəni işğaldan azad edəcək. Biz buna görə gəlirik. Ondan sonra sən gəlsən qanunların qoşuna. Gəl, nə istəsən təsvir edin. Mən işğaldan səni qurtarıram. Sənə dövlət qurur. Mən sən bir dövlətim. Demokrasi gətirirəm səni. Sənə bərabər hüquqluq gətirirəm. İndi vətəndaşı tərifləmirəm. Qalsın onu da sən təriflə. Tamam. Vətəndaşlıq hakimiyyət tərəfindən verilir. Geçicidir, yəni iftixari, fəxri bir şeydir, yoxsa hüquqi bir durumdur və əzəli, əbədidir? Vətəndaş, əgər dediyimiz kimi bir təbii vətəndaşlıq vardır, yəni doğuşla, orada doğub böyüməklə ki, onu bəlli kriteriyalarda hüquqa görə ondan səlb eləmək olar. Amma vətəndaşlıq birinə vermək, bu bir imtiyaz, bu haqq deyil. Məsələn, biri gəldi, orada vətəndaşlıq istədi, bizdə həttmən gerək, bunun haqqı vardı vətəndaşlıq istəsin. Yox, məsləhət görməsə vətəndaşlıq vermək. Yəni, dövlətin bu icazəsi, bu ixtiyarı olmalıdır ki, o tələbdə olana vətəndaşlıq versin və ya verməsin. Məsələn, gedir araşdırır, sui sabıqəsini çıxarır, deyir ki, məsələn, cinayət bandının rəisi olmuşsan, ya məsələn, filan cinayətləri, filan oğurluqları eləmişsən. Sən, məsələn, burada vətəndaş olsan, mümkündür buranın düzəninə zərər gətirəsən, təhlükəli görəsən. Mənim məsələn Kanadaya şey eləndə, müsahibə eləyəndə acayip suallar soruşulur. Deyirlər, məsələn, ya indi məsələn bəzən olur, gəlir deyirlər ki, sizin xalqdan məsələn deyirsiniz silahlanın, bir də Kanada'nın əleyhinə silahla hərəkət eləyərsiniz. Yəni, birisi qorxur dövlət, onda görsə, məsələn, bilənci bir şey olsa, nəyə alır? Vətəndaşlığı alır, o hüququ səndən səlb edir. Ona görə bəli, vətəndaşlıq ihda eləmək, o hüququ, təbii vətəndaşlıq hüququna əlavə. Vətəndaşlıq bir haqq deyil, bir imtiyazdır. Yəni, hər kəsin, gəldi burada vətəndaşlıq istəyir, haqqın var vətəndaşlığın, yox, belə bir haqqın yox. O imtiyazı almaq haqqı da varmı dövlətin? Başa, dövlətin nə haqqı var? Dövlətin o vətəndaşlıq haqqını almağın haqqı var mı? Onu verirsə, alma haqqı da var. Tamam. Vətəndaş və vətəndaşlıq haqqıların vətəndaş özü vətəndaş haqqını ata bilərmi? Ata bilər. Vətəndaş inkar eləyə bilər. Məsələn, bizim indi Azərbaycanlıların çoxu İran vətəndaşlığından imtina elə bilər. Mən İran vətəndaşı deyiləm. Əgər bu imtina elədi, bir müddətdən sonra gəldi dedi, mən pəşiman olmuşam, onda nə olur? O da ayrı bir hüquq prosesi, ona fikirləşməmişik. Tamam. Onu hüquqda bəlirlərik də. Tamam. Çiftə vətəndaşlığa necə baxırsınız siz? Çiftə vətəndaşlıq
indi mənə görə şeydir, uyğundur. Çiftə vətəndaşlıq ola bilər. Yenə də dedim, o imtiyazdır da, onu biz təşkil verək. Hansı ölçüyə, hansına, kimə vermək, o dövlətin qanunlarına, o şəxsin durumuna görə şeydir, çiftə vətəndaş ola bilər. Ola bilər. Vətəndaş hansı haqlara sahibdir? Vətəndaş olan bütün haqlara sahib. Yəni ki, vətəndaş ona görə deyirik də, bəlli hüquqları vətəndaşlıq bəlli hüquqlarının möhtəmələn əldən verə bəlli əməllərinə görə. Əgər beləncə bir hökmlə üzbüz deyilsə, bütün hüquqlara vətəndaş sahibdir. Yəni kiminsə o birisinə üstünlüyü və ya aşağılığı yoxdur. Sadəcə ləyaqətidir, bəlirləyir ki, məsələn, nə işlər görsün, çıxarı vardır. Biz də yəni, modern bir dünyada bəzi, məsələn, İngilistanın bir seri qanunları vardır. Əslən, o çıxarlara da heç baxmırlar. Elə, məsələn, biriləri rəy veriblərsə, bu işi bacara-bacarmaya gəlir, oturur orada, məclis əvamdır. Elə də olmasına biz xoş baxmırıq. Amma vətəndaşın heç bir hüququnu da hər hansı bir formada, yəni birini o birisindən ayırmasına da bir səbəb də, dəlil də görmür. Vətəndaş o vətən qanun çərçivəsində tərif olunan hüququn hamısına malikdir. Məgər bəlli bir səbəbdən hüquq müşəxəsən o vətəndaşı ondan səlb edir. Məsələn, deyək ki, sən bu əmələ görə zindanda yatmalısan. Buna ona deyə bilmərək. Qanunu qoyarımızın altına deyək ki, bunun haqqı vardır ki, eşitli olsun da. Orada cinayət işləyib, bir cəhkədə də bir belə müddəti də zindanda yata işlədiyi cinayətdən dolayı. Buyurun. İndi vətəndaşlıq haqqı bireysel haqqdır, yoxsa toplumsal haqqdır? Bunları insafəli və qoyaq, bunlar hüquq bəhsidir. Bunlar siyasi bəhslər deyil. Siyasi bəhsidir, kamilən siyasidir. Yəni, məsələn, bir ki, o şeydə sosialdır, İngiliscə desək, yoxsa individualdır. Yəni, bu çox şeydir. Yəni, siyasi bəhs. Biz deyirik ki, bir dəfə deyirik ki, Azərbaycanda yaşayan hər kəs Azərbaycan vətəndaşıdır. Yaxşı, biz bunu həll elədik də. Azərbaycanda yaşayan hər kəs... İndi liberalizmdə deyirlər ki, tamam haqlar fərdidir, bireysəldir. Amma məsələn, sosializmdə deyirlər ki, bireysel haqqıları toplumsal haqqılardan dolayı azaltmaq, soxatmaq olar. Onu da biz deyirik ki, hüquq. Onu da Azərbaycanın hüquq çərçivəsi vətəndaş hüququnu tərifləyəndə onu Azərbaycan anayasası ya qanun əsası ya hüquq məcəlləsi o hüququ bəlirləyəcək. Mən bir siyasi parti olaraq o hüququ bəlirləmirəm. Deyirəm, Azərbaycanda eşit hüquqluruq, vətəndaş, eşit vətəndaş hüququ və vətəndaş bərabərliyini sağlayacaq. Bir sonuncu sualımız buradan çıxırıq, çünki daha bəlli oldu. Əgər bir gün bizlə qonşu olan millətlərdən və toplumlardan biri ilə savaşa çıxdıq, onda o toplumdan olan vətəndaşlarımızın vətəndaşlığına necə baxırsınız? Onlar bizim vətəndaşımızdır. Əvvəl deyirik ki, onların, yəni beləncə bir şey olursa, bilirsiniz, bütün ölkələr əvvəl xəbərdarlıq verilir vətəndaşlarına. Bir yerdə konflikt, təhlükə görürlərsə, savaş ehtimalı görürlərsə, onları oradan evakuə edilmək, çıxartmağa çalışırlar, boşaltmağa çalışırlar, xəbərdarlıq eləməyə çalışırlar. Onlar bizim vətəndaşımızdır. Hər halükarında biz onların can və mallarını, əmniyyətlərini təmin eləməkdə, hələ ki, əgər o əmniyyətləri bizim siyasətimiz üzründən təhlükəyə düşürsə, daha məsul formada onları qurtarmağa çalışmalıyıq. Orada olan bizim vətəndaşlarımızı təbii ki, elçilik vasitəsilə, başqa qurumlar vasitəsilə, beynəlxalq qurumlar vasitəsilə, vasitələr vasitəsilə qurtarmağa çalışmalı. Türkiyədə bir qanun var idi, siz məndən yaxşı bilirsiniz hətmən. Bir zaman anayasada, qanun əsasında Türkiyə dünya türklərinin vətəni hesab olurdu və hər kəs gəlsəydi ora vətəndaşlıq almaq haqqı idi. İndi onu götürüblər əlbəttə. İndi yoxdur. Əməldə də və qanunda da götürüblər.
O tür bir şey sizde de olacak mı? Yani sizin böyle bir Bütün düşünceniz var mı? Bütün Azərbaycanlıların vətənini gəlsinlər. Azərbaycanda Türkler bütün tüylərin yok. deyil, Azerbaycan. Tamam. Azərbaycanlılar. Bütün tüylərimiz yer eləyə bilmərik sana. Tamam. Arz edeyim ki, indi oradan çıxdıq. Çünki orada gördünüz, çox haqqa görə danışdıq. Gedirik haqqı bəhsinə. İndi haqq qavramından sizin partinin düşüncəsi nədir? Haqqı necə tərif edirsiniz? Hakkın hakkında bizim Oğuz Bey bir uzun 34 saatlıq, 35 saatlıq söhbətlər aparıb. Haqq mürəkkəb bir bəhsdir, İnsaf Əli bəy. Hakkın bir şey, bir yerde hak görünür, bir toplumda hak görünür, o birisinde muhtemelen o hak diye kabul olunmur. Ve esasında hak dediğimiz bir seri anlaşmalar. Yani o bizim ictimai yaşayış tərzi çoxaldıkça mecbur bir seri qaydaları koyup insanları məhdudlaşdırmışsın. Hak dediğimiz haksızlıqdır əslində. Hak deyirsən, bunu eləmə, bunu eləmə, bunu eləmə, bunu eləmə. Hamısında deyir ki, bunun cezası budur, onun cezası budur, onun cezası odur. Yani məhdudiyyət koyur. Hadi bu ışıktan geçemezsen, buradan geçsen de durulacaksa birincisi o geçecek. Yani o demek trafik, insan trafiğine göre ya toplu yaşayışa göre bir seri haklardan insanın bir seri haklarını kısıtlayıp ve o toplumda yaşamağı tercih edip toplumun servislerine göre bir seri haklarından geçip ona haqqı tərif eləmədiniz amma. Bunları buyurdunuz ama haqqı tərif eləmədiniz. Haqq nə? benim haksızlıktır da aslında. Haqqsız. Hak yani aslında haksızlıktır. Biz toplumda geri dedik ki oğurluq eləyənməsən, filan eləmirsən. Umumi bir tərif var, deyirlər ki, hakkın başkasının hukukuna zarar vermeyecek bir şey. Bilin, mesela sizin hakkınız yoktur. Ceza tutasınız, gecenin yarısı çıkırasınız. Deyirlər demokrasidir da. Mesela Kürdistan'da Amerika gedəndən sonra bir Kürt uşağını arvadının başını kesmişti. Geldi tuttular, deyirlər demokrasidir da. Yani onu belə hak kimi bilir. Hak o değil. Hak, yani senin buna hakkın yoktu, ona hakkın yoktu, o birisinin hukukuna tecavüz etmeye hakkın yoktu, o birisine zarar vermeye hakkın yoktu. Bunu da gene de o memleketin kültürüne göre, esasında hukuk daha çok kültürden etkilenir. Yani bir seri hukuklar mümkündür, qoyasan işlək olmuyor. Mesela deyək ki, Ərəb ölkələrində yavaş-yavaş sındırırlar. Ərəb ölkələrində qadın mesela bu 1-2 yıl bundan qabaq qədər maşın sürə bilməzdi. Ərəbistanda, o birisində, bu birisində qadağan. Mesela belə bir hukuk yoxdur da ona. Tanımır. Veya mesela Azərbaycanda, Azərbaycan Cumhuriyyətini deyir ama İttihat-ı Şuravinin zadıydı. Bu istiqlalından sonra hanımların maşın sürməsinə mesela toplumda yaxşı baxmırdılar. Pis baxırdılar. Yani bir kültürdür. Qanunda belə şey yoxdur. Hamı sürə bilməz. Qanunda sən belə bir məhdudiyyət yoxdur. Ya məsələn xanımların qəşəng mənə çox maraqlıdır. Xanımların şalvar geyməsinə əslən toplumda yaxşı baxmırlar. O şalvar giyən xanıma pis baxırlar. Bu pis xanım. Yani bunlar kültürdür. Yani şeyləri tərifləməkdə, hukuku belirlemekte kültürün çok ehemmiyeti vardı. Ona göre bu da indi bizim bir parti olarak hukuka bir tərif verəcək haqlar nədir? Bunları biz belirlemiyoruz. Bunu gene de Azərbaycan gəlib dövlət olanda bunun veya mümkün gələcəkdə bizim hukuki şöbəmiz ola işləyə hukuku da hazırdır. Ama bugün yokumuz da bir hukuku tərifləməmişik ki, bu tamam. haldır bunlar. Haqqın biraz işarələdiniz, amma yenə mən soruşum. Yəni əlbəttə bu çox fəlsəfi bəhsdirlər. Haqqın kökü nədir? Mənşəi nədir? Yaxud haqqı nə yaradır? Əslən o haqqı nə yaradır? Valla bu özüm çelişkili bir şeydir. Ne yaradır? İnsanın bir seri ihtiyaçları vardır. Bir dənə müsəlləm haqları vardır. Demək,
işi olsun, məsələn, bir dənə məmləkət kimi və vətəndaş kimi baxsaq, bu vətəndaşın işi olmalıdır, aşı olmalıdır, əmniyyəti olmalıdır, yaşayış imkanları olmalıdır, ona dövlət sağlıq sistemləri təmin bunlar bir sürü basic haqlardılar. Yəni insanın bir sürü ehtiyacları yaşamaq Yox, üçün otur yox. Salih bəy, mənzurum budur ki, yəni sualı bəlkə düz soruşa bilmədim ona görə. Yəni məsələn insan olmaq özü bir hüquq gətirir, canlı olmaq bir hüquq gətirir. Məsələn, heyvanların da bir hüququ var. Canlı olduqlarına görə hüquqları var. Bizim hüququmuz oradan gəlir, yoxsa toplumda doğduğumuzdan görə bir hüququn gəlir, yoxsa Allah tərəfindən olduğu üçün bir hüquq gəlir, məsələn, yoxsa bir imtiyazlı hüquqlar dövlət tərəfindən verilir. Bu nədir? Hüquq imtiyaz deyil, hüquq insanın bir seri ihtiyaçları dedik ki, təbii olaraq, doğuşdan olaraq bir seri ihtiyaçları var. Və bu da toplum və ya yaşayış bölgəsi, məntəqəsi, şəraitinə görə dəyişir bu ihtiyaçlar. Mənə görə belədir. Bu dinə filan da dinlər məhdudlaşdırılır. Bunlar çalışıblar ki, insanın o istəklərini formalaşdırsınlar, hidayət eləsinlər, hüquqlarını o dinə görə uyğunlaşdırsınlar. Yoxsa dinlər hüququ gətirməyibdir ki. O dinlər də elə bugünkü siyasi anlaşmalar ki vardı, məsələn, toplumu idarə eləmək üçün, bunları əsasında bunlar tənzim edirlər, gətirirlər xalqın, o insanların rəyindən keçirirlər də, referandumundan keçirirlər. Yəni bunu tənzim eləyir, gətirir, qoy, biz də ona rəy veririk, deyir ki, apar bunu icra edir. Yəni bir o anlaşmadır, anlaşırıq. Deyirik ki, məsələn, mən sənə toxunmayacağım, sən də mənə toxunma. Biz demək, mən səni təhdid eləmirəm, sən də məni təhdid eləmə. Bizi təhdid eləyən birisinə qarşı nə edirik? Gəlirik, gücümüzü birləşdiririk ki, o təhdidi bizi təhlükə atan məsələdən uzaqlaşar. Ona görə bu necə ki, indi bir toplumsal anlaşmadır, özümüzü bəlli ölçüdə haqlarımızdan keçir, amma bəlli imtiyazlara, bəlli bir şeyləri paylaşmağa gedirik. Dinlər də gəlbən eniblər, dinlər gəlbən bunu, bu hüquqları nənəsinə yönləndirsinlər öz mənfəətlərinə. Yoxsa din gətirmir bu. Din əsasında insanı elə hüquq da, yəni hamısı məhdudlaşdırıblar, ona görə qoyulublar ki, bizi məhdudlaşdırsınlar. Siz məsələn, dağın başında daha rahatsınız. Biz dağda bir dənə çadır qursaq yaşasa, nə vergi veririk, nə elektrik pulu gəlir, nə yarı gecə birisi gəlir, məsələn, yanımızda haykür salır, ya biri gəlir soruşur ki, məsələn, nə kitab oxuyursan, heç də soruşmur ki bizdə. Amma şəhərdə olanda, təbii ki, gecə məsələn, evdə bir gürültü salanda, görürsünüz ki, qonşu xəbər də verməsə, polis gəlir qapını çalır desə, qonşularla rahat edirsə. Amma o işi dağda sənə heç kəs demir. Çünki orada azadlığın daha çox. Nə qədər toplumdan uzaqsansa, o qədər. Sən dağda nə cür geyinirsən, heç kəs gəlib sənə soruşmur ki, nə geyirsən? Sən paltarın nədir? Amma şəhərdə bir dənə gözün geyinəndə, indi o kültürdən asılıdır. Gördüm bayaqlar, dedim ki, məsələn, deyir, şalvarı, qadın şalvar geyməsinə yaxşı baxmır. Yəni, qadın, xanım maşını sürəndə, gözlər döküzdü, baxılır, tərbiyəyə baxır. Nə olubdur, məsələn, gücünə, insanı ki, maşını sürürdü. Bir dənə inqilab olmuşdu, bir dənə Ərəbistanda birisi Xələbanlıq dövrəsi görmüşdü. Bu bir həftə, bəlkə bir 2-3 həftə dünyada top xəbərlərdəndir. Filan kəs tabını sındırıbdı, birinci Xələban olubdu, məsələn. Yəni, əslində, haqq, bugün bizim haqq dediyimiz bir sürü məhdudiyyətlərdir ki, o ictimai yaşayış üçün ortalığa qoyulubdur. Mənim anlayışım bu. Çox sağ olun, təşəkkür edirəm. Bu bölümdə 20 dənə sorumuz var, amma mən sizin təqribən nəzərinizə aldığım üçün onlar qalsınlar. Biraz da vaxtımız azdır, ona keçək. Ədalət bölümünə keçək. Bu, yenə də bura fəlsəfi bəhsidir, əxlaqi bəhsidir bunlar. Əxlaq da bundan sonra da əlbəttə.
Sizcə ədalət nədir? Ədalət insanları demək cinsiyyətinə, ırqına, milliyyətinə, mənsubiyyətinə ayırmadan onları təəssübsüz demək onlarla yanaşmaq, onlarla paylaşmaqdır. Bu qədər. Çox gözəl. Sizcə ədalət mütləq bir şeydir? Yəni dünyanın hər yerində eyni tərif olur, yoxsa fərqlidir? Hər yerdə bir cür olur ədalət. Yox, dedim ki, o da kültürəldir. O ədalət də yenə də kültürdən qaynaqlıdır. Biz nə kimi düşünürük, nəyə inanırıqsa, məsələn, biri deyir ki, ədaləti ilahi gətirir. Demək, sən bütün haqlarını səndən alır. Toplumun bir yarısını məsələn insan kimi görmür. Amma dönür deyir ki, ədaləti ilahi. Məsələn, ədaləti əli, ədl filan. O tərifi mütəğəyyirdir. Kültürel və toplumdan asılıdır. Oradakı yaşayan insanlardan, qanun vericilərdən və bu insanların nə dərəcədə, yəni əsasında o toplumun nə dərəcədə ictimai məsələlərdə aktiv rolunun olub olmaması yenə də o qanunun, o ədalətin tərifində təcəlli təsir qoyur. Bunlar yoxsa eyni deyil. Yəni hər yerdə Ədalətin tarazısı nədir? Yəni ədalətin tarazısı nədir? Nə ilə ölçürük ədaləti? Ya siz parti olaraq ədaləti nə cür ölçürsünüz? Valla bu çətin sualdır. Sonuçta elə bir tərəzimiz yox. Tamam. Ədaləti qanun. Onun ədalətin tərəzisi anlaşdığımız, təvafuqa yetişdiyimiz qanundur. Gözəl. O qanun bəlirləyir ki, nə adildir, nə qeyri-adil. Yəni əsasında onu mənimsəyən o qədimdən də qazilərdir, məhkəmələrdir, hökmlərdir. O ədaləti sağlamaq üçün qurulur. Şakasından keçəndən sonra. Yəni ədaləti əsasında tərifləyən də, o tərəzisini bəlirləyən də o ölkənin qanunudur, qərarətlərdir. Gözəl. Ədaləti kim tərif edir indi? Ədaləti yenə də dedik, bu məmləkətin kültüründən, eğitimindən asılı olaraq o oranın demək insanları, öndəkilərləri, düşünürləri o ədaləti dediniz, haqqı dediniz, nə dediniz? Ədalət. Ha, onlar demək o topluma görə o bir məsələnin, bir hərəkətin adil və ya yəni qazilər əsasında bəlirdir. Nəhayətdə gəlir o hüquqşünasların, hakimlərin süzgəcindən keçir və bu iş məsələn adil olubdur ya deyil. Amma hüquq olaraq ədaləti təbii ki, yenə də o ölkənin hüququ bəlirli, o ədaləti bəlirləmək. Ədaləti necə saxlamaq olar? Yəni necə qoruyaq ədaləti? Ya siz hakimiyyətə gəlsəz necə qoruyacaqsınız ədaləti? Ədaləti qorumaq üçün sistem lazım. Sizin polisiniz olacaq, məhkəməz olacaq, demək cəza sisteminiz olacaqdır ki, bu ədaləti pozanları qarşısına alasınız. Fəqət deməklə keşke elə bir sistem ola, elə bir toplum ola ki, insanlar elə bu sistemlərə ehtiyac olmadan da ədaləti qoruyarlar, ədalətli yanaşarlar. Yəni, amma ədaləti sağlamaq üçün elə o tərəziyə ehtiyac vardır, o qazilərə ehtiyac vardır, hüquqa ehtiyac vardır və force, o güc bunu tətbiq edəcək. Məsələn, o olmasa, təbii ki, onda ədaləti icra eləmək zordur. Ədalət üçün sistem lazım icra eləməsi üçün. Burada bəhsi qutardıq, keçirik əxlaq bəhsinə. Bunlar görürsünüz, mücərrət bəhsidirlər. Yəni, Əxlaq, əsən peçidə bəhs, əxlaqı bir şey, indi gedəcək, biz burada bir yerə yetişməyəcək. Çünki o şey ki,
Məsələn, bizim partinin və ya bir millətin ya bir şəxsin tərəfindən əxlaqıdır, mümkün o birisi tərəfdən əxlaqı görünmür. Yəni, mənə görə, bilməm, siz suallarınızı istəyirsiniz şey deyin, amma burada biz o məqamda deyirik, əxlaqı tərifləyək. Ümumi əxlaqı deyə bilərik. Ümumi əxlaq deyək, o da yenə də kültürdən tabi. Bir kültürdə məsələn, indi burada məsələn siz istədiyiniz kimi geyinin heç bir sorun deyil. Amma məsələn bizim toplumumuzda olsa, məsələn deyək, Təbrizdə bir dənə qız bir qısa şortundan çıxsa, namidəcə əxlaqsızdır, ya nədir filandır. Yəni bunun bir sabit bir şeyi yoxdur, tərifi yoxdur. Amma məsələn, bilirsiniz, bu cəhətə soruşuram ki, çox bunlar düşüncə səthindədir, daha fəlsəfi səthindədir. Yəni əvvəl gərək adam öz içində, öz təşkilatında bunu özünə həll eləyə. Deyək ki, bizim təşkilata əxlaq ayrıdır. Baxın. Yox, təşkilata haqq yox. Təşkilata haqdan danışmırıq. Təşkilata haqq əsasnamədə gəlir. Əxlaq haqq demir. Təşkilata əxlaqdır. Yəni əxlaq məsələn bizim təşkilatda təbii ki, bəlli işləri görməyə mücaz deyil. Məsələn, mənim haqqım yoxdur, gedim oturum, deyək, məsələn, xiyabanda oturum, araq içim, stəkanı vurum bir-birinə keçən, o birisinin birinin qızı geçir orada, ona mətələ atmağa, söz deməyə, filan eləməyə, ya əyyaşlıq eləməyə hüququm yoxdur. Təşkilat bunu mənə qadağan edir. Amma məsələn, bu ümumi olaraq məsələn deyək ki, heç kəs də xiyabanda araq içə bilməz, ya məsələn, heç kəs bara gedə bilməz, ona da biz tətbiq eləyə bilmək. Amma təşkilatda məsələn bir sürü kodlar var, əxlaqi kodlar var. O kodların maksimal demək... Salih bəy, məsələ budur ki, əxlaqı tərif eləməsək gedərək qallıq buradakı şalvarı nə cür giyaq, ya köynəyi nə cür giyaq. Məsələn, İranda mollalar əxlaqı tərif eləməmişlər, gəlmişlər ki, üstə. 85-də mən yarım qol köynəklə gedirdim Ruznamə-i Səlama, ixrac eləməyə can getdi qabağa. 85-də, 1385-də. Çaqqal idi, çaqqalın olmayan əxlaqsız olur. Yaxdır. Yəni, bu pəs əxlaqı tərif eləməməkdən gəlir. Əxlaqı hər kəsən öz gözü ilə görməməlidir. Öz kültürü ilə, öz tarixi ilə, öz düşüncəsi, öz dini ilə tərif eləməməlidir. Çünki onda toplumda belə olur da, hər kəs gələr iş üstə, onun əxlaqı bu türdə, onu aparar qabağa. Onun üçün bir siyasi əxlaq, özü sən, bir ya hüquqi, ya siyasi, ya fəlsəfi əxlaq tərifi olmalıdır ki, məsələn deyirəm, hər kəsin bu azadlıqla, məsələn, demokrasi, individualizmdə deyir ki, sənin zərərin ayrı adama yetişməsə, hər nə cür giyinirsən, giyin, hər nə cür giyirsən, giy, o sənindir. Fəqət ayrı adamlara, ayrı qanunun çərçivəsində olsun və adamlara zərərli gəlməsin, topluma zərərli gəlməsin. Ondan sonra görürsünüz ki, məsələn deyirəm, Kanadada, üzr istəyirəm, çox bunu demək bir şeydir, amma məsələn, fahişəlik qədəğandır, 2 dənə fahişə tapıldı, biri İranlı idi, biri Ruslu, şikayət edirlər dövlətin əleyhinə. Sən niyə qanun qoymuşsan, bizim şeyimizi almışsan əlimizdən, azadlığımızı? Dövlət getdi də alıya, məhkəmədə dövlət şikəst yedi, dedi da bunun, sən əxlaqı tərif edirsən. Yəni, onun üçün biz əxlaqdan bir fəlsəfi tərif verməliyik, bir hüquqi tərif verməliyik. Onun üçün, yoxsa paltar giymək, ya ora getmək, bu qanunda da bunlar tərif olur, amma əxlaq deyil, onlara deyirik qanun. Yəni, əxlaqda məsələn, qanunda bir şeylər var, onlara qanun, əxlaq demirik, qanun deyirik. Amma indi bu fəlsəfidir çox düşüncədir. Yoxsa bu deyil ki, məsələn, mən yadıma gəlir, məsələn, biz tələbə idik, bizə əxlaq müəllimi var idi. Şorbanı yiyəndə yoldaşınızla yeyirsiniz, nə cür yiyin, əxlaq o idi. O əxlaq deyil ki. Amma adamın nəzərinə gəlir ki, özü onu yaxşı yiyibdir. Məsələn, biri çox yiyib, biri az yiyib, o deyir, əxlaq o deyil. Əxlaq bir ayrı bir sistemdir, bir düşüncə, bir yaşam tərzidir. Hər halda. Bunu təbiətən filsuflar tərif edirlər. Təşkilatlar məcburdular tərif edirlər, çünki o toplumu onunla idarə edəcəklər. Yəni, qanun da əxlaqdır, ədalətdir, bunlardan ya gərək danışmayasan sən, ya gərək əslən deyirsən, mən əxlaq termin işlətməyəcəyəm, ədalət termin işlətməyəcəyəm. Məsələn deyirəm, bir də adam çox gözəl deyir, mənim özümün tərifim budur. Mənim tərifimdə ədalət deyə bir şey yoxdur. Mənim tərifimdə. Qanun var. Mən
mən daha ədalətdən danışmıram. Deyirəm ağa, qanun. Hər ölkənin bir qanunu var. Pis yaxşı. Onu qəbul elədin, onu da yaşırsan, olur ədalət. Onu düz icra eləsən. Onu düz icra eləməsən, icrada sözümüz var. Bəlkə mən yaşamadım o qanunu. Məsələn, mən oğurluq əsla eləmədim. Tamam, o qanun mənə heç tamil olmur. Amma əgər oğurluq elədim, o qanunu o cür icra elədin ki, rəis cümhura da icra edirsən, rəis qüvvəyə qəzaiyə də icra edirsən, mənə də icra edirsən, tamam, onda ədalətdir. Amma əgər onu birində icra elədin, birində icra eləmədin, birində əşədd icra elədin, birində aşağı icra elədin, bunda məncə ədalət yoxdur. Yoxdur. Mən özüm şəxsən belə tərif edirəm. Deyirəm, ədalət deyə bir şey yoxdur, əxlaq deyə bir şey yoxdur. Ondan sonra daha da işlətmişdim burada. Haqq deyə də bir şey yoxdur. Haqq deyə cənabımızın mən şeyinə çox yaxınam. Toplumsal bir şeydir. Toplumsal bir qərardatdır. Toplumsal bir qərardatdır, qanundur bu haqq. Haqq dediğin. Bu düz hammi ilə düz aparsa sistem, bunu düz icra eləsə məncə haqdır. Yox, əgər gələ deyək ki, Salih bəy birinə tanımayaq, onda olur rant olur. Onda da haqdan çıxır. Onda olur rant olur, yaşa. Məsələn, mən özümə bu cür həll eləmişəm. Demişəm ki, ağa, mən bundan bu üzrə ədalət qavramını işlətmirəm. Haqq qavramını işlətmirəm. Mən hüquq qavramını işlədirəm bunun yerinə. Deyirəm, ağa, hüquq var. Hüququ da yazıbdır. Qanun müşəxəs edib. Mən özüm də qanuna, məsələn, deyirəm, nəqd edirik. Qanunu niyə nəqd edirik? Məsələn, İranın qanunları niyə qəbul eləmirik? Deyirik ki, düz deyil də, ədalət mənim nəzərimdən düz deyil. Düz olmadığı üçün nəqd edirəm, əleyhin dəyişməyinə çalışıram və filan bəhman. Yəni, sabah Azərbaycan Cumhuriyyəti də qurulsa, Güney Azərbaycan Cumhuriyyətindən danışıram, onun da qanunları mənim nəzərimə düz icra olamasa, ya məsələn, indi gördünüz vətəndaşlıqda dedim, planda dedim, bunlarda cür gəlməsə, orada da başlayacağım nəqd eləməyə, başlayacağım onun əleyhinə danışmağa, yazmağa və bunlar. İndi məncə belə bu əxlaq bəhsində fikirləm ki, qalsın, bunu da qoyaq qalsın, bunu da bəhs eləməyək. Çünki bu siyasi əxlaq bizim məsələ təşkilatın bu məsələdə siyasi ictimai ümumi olaraq siyasi əxlaqa təkid edir. Yəni ki, bir təşkilat mənsubu bizim ya ictimai bir mənsub bəlli terminlərdən, bəlli hərəkətlərdən, bəlli əməllərdən uzaq olmalıdır. Bunu da amma biz məktub eləməmişik. Məsələn, bunu eləyə bilərsən, ağqarəsini, planını, bəhmanı. Amma o Salih bəy, o da əxlaq deyil. O da əxlaq deyil. Ya siyasi, ondan da deyirlər protokol da, siyasi protokol deyirlər. Bəli. Məsələn, bayrağı mən özüm görmüşəm dostlardan, məsələn, mən bayrağı evdə düz gərək asılsan, kamerada onun tərsəsi görsənir. Dostlar deyirlər, yox ki, sən bunu çevirəsən, çünki protokola düz deyil bu. Sən bayrağı tərsə görsədə bilməsən televizyonda. Orada tərsə vur, qoy burada düz görsənsin. Yəni mən bir dənə şeyə düşürəm. Baxın, bayraq burada düz olanda, orada kamerada tərsə görsənir. Mən gərək bunu tərsə vuram ki, orada düz görsənir. Bir dənə çələşkiyə girirəm mən burada. İçində bunu yaşayanda tərsə yaşıram protokollu. Orada hamma insanlar görəndə düz görürlər, onlar düz yaşırlar. Bu protokoldur. Bu əxlaq deyil, bu hüquq da deyil. Bu protokoldur. Protokoldur. Bu işin işi məsələn yox. Banca gedəndə Kanadada bu cürdür, İranda bu cür deyil məsələn. Kanadada banca gedirsən, bahda xarimən də otura bilməz. Gərək ayaq üstə dura. Paltarın gərək kamil, ayaqların kamil. Orada dəmpaya ilə doyanmaq yoxdur. Məsələn, protokoldur bu. Orada bekar da otursan, sən o bekarda olanda səndəl üstə oturamayacaqsan. Əslən səndəl qoymur bahda. Deyir ki, səndəl olmamalıdır. Sən bura gəlməmsən, səndəl üstə oturmusan. Sən bura insanların qabağında ayaq üstə durasan, işləyəsən. Baxın, bu protokoldur, iş protokoludur. İndi buna iş qanununda deyə bilirik, tamam. Amma bu əxlaq deyil. Əxlaq deyil, bu qanun. Onun üçün, məsələn, mən özümə İnsaf Əli Hidayət olaraq bunları gəlmişəm müxtəlif canlı yayınlarda, ya yazılarımda, ya sözlərimdə. Demişəm ki, mən əxlaqı bu dəlilə, hüququ bu dəlilə, filan, məsələn, bunları qəbul edirəm, mən hüquq bilirəm, heç birisini qəbul eləmirəm. İndi, icazənizlə gedək hakimiyyətindən demokrasiya. Sizin təşkilatın baxışına əsasən hakimiyyət nə deməkdir? Yəni, beləsi deyim, hakimiyyətlə dövlətə fərq qoyursunuz. Hangisi önəmlidir? Dövlət bir dənə millətin əsasında bir
millətin idarə, siyasi idarə sisteminə dövlət deyilir. Bir millətin, bir məmləkətin siyasi ədalət, siyasi idarə sisteminə dövlət deyilir. İranda bu tərs işlənir. Dövlətlə hakimiyyət tərs işlənir. Əslən, hakimiyyət isə o siyasi, yəni o millətin, o məmləkətin siyasi idarə sistemini icraçısına hakimiyyət deyil. O olur hakim. Və bunu əslində bizə görə nə deməlidir? Yəni, bugün modern dünyada belədir ki, bu hakimiyyət qərardadıdır. Bəlli bir süreçdə birinə tapşırırsan, gedir bunu idarə edir. Ona görə dövlət dediyimizdə dövlət o siyasi strukturun kompletinin özüdür. O tərifləyibdir hər bir şey. Onu, yəni hər bir hökumət gələndə ayrı bir cür hökm eləmir, ayrı bir cür idarəçilik eləmir. Elə o sistemi icra edir. İndi birisi nə qədər başarır, birisi çox icra edir, birisi bacarmır, məsələn, bəzi yerlərdə nöqsanı olur, filan olur. Amma bunlar dövlət tərifləyir. Bunu hökumət təyinləşdirmir. Hökumət onun icra eləyən nədir? Müvəqqəti bir bölgədə. Yəni, dövlət, hakimiyyət dəyişir, amma dövlət dəyişmir. İndi burada bir yana müşkülə mən düşdüm. Yəni, mən İran baxışı ilə baxmışam hətmən. O da budur. Siz tərifinizdə buyurdunuz ki, hakimiyyət ibarətdir, məsələn, 4 illik dövlətdən ki, seçilir, gəlir üstə, siyasi işləri ya siyasətlə ilgili işləri müdiriyyət edən bölümə dövlət dediniz. Öz istəm, hakimiyyət buyurunuz. İndi bizim qüvvəmiz, məmləkəti idarə edən ədliyyə var, məclis var, hizblər var, ərz eləyim xidmətinizə NGO-lar var, şəhərlər var, şəhər şuraları var və çox, yəni çoxlu bölümlər var. Bunların hamısı bölümlər. Ola hamısı birlikdə olur dövlət. Ola hamısı birlikdə bunun icraî qolu vardı, qəzai qolu vardı, demək siyasi tərif eləmək olmaz da. Onda gərək deməyəsiniz siyasi gücü ya siyasi tərif. Çünki orada qanun da var, polis də var, ordu da var. Bunlar da siyasi deyirlər, amma o dövlətin içindədirlər. Onda gərək deməyəsiniz siyasi güc. Yəni tərifdən onu çıxarda... Siyasi sistem dedik. Bax, bu bir coğrafinin, bir millətin, bir məmləkətin bir siyasi sistemi var. Bu siyasi sistem fəqət siyasət işləmək deyil ki, bunun hüquqi boyutları vardır, bunun icraî boyutları vardır, iqtisadi boyutları vardır. Bunlar dövləti təşkil edir. Və onu da hər kəs sistem buyurmusunuz. Okey, sistem buyurmusunuz. Mən sistem sözünü eşitməmişəm ya da diqqət eləməmişəm. Siyasi sistemdir. Bu sistem bu gəlir dövlətin bütün orada olan indi bir hakimiyyətə gələndə daha özü yeni bir qəzai sistem tərif eləmir ki, elə orada olan o qəzai sistemi icra edir və ya qanunquzar demək gəlib burada təzədən ayrı qanunquzar sistemin şey eləmir. Bəlkə bunlar o dövlətin tərkibidir, o sistemin o tərkibidir. Hakim olan şəxs gəlib bunu müvəqqəti bir bürhədə rəhbəriyyətini əldə edir, aparır. Tamam. Anladım. Yəni bu tərif kamilən fərqli tərifdir. Yəni sizin tərif elədiyinizə görə İranda yaygın olan tərifdən fərqlidir. Doğru. İranda deyil, dövlət Əhmədinəcəd. Əslində Əhmədinəcədin dövləti deyil. Dövlət Cümhur İslamıdır. Məsələn deyək, hökuməti nə mənadır? Əhmədinəcəd deyə. Orada da deyirlər hakimiyyət Cümhur İslami iləndir. Mən özümdə belə düşünürdüm. Hakimiyyət Cümhur İslami iləndir. Çünki hər şey onun əsasında idarə olunur. Dövlətlər gəlirlər, gedirlər. Yəni onun içində əvəz olurlar. İranda tərsə deyiblər. İranda bu tərsi işlər. Tamam. İranın mən özüm də o cür düşünmüşəm. Biz Azərbaycan dövlətçiliyi deyəndə Azərbaycan prezidentini demirik. Azərbaycan prezidenti bugün o dövlətin icraî hakimiyyətidir. Azərbaycan hakimiyyətidir. O Azərbaycan hakimiyyətidir. Dövlət bu prezidentdən qabaq qurulubdur. Dövlət
demək, indi tarixi kökləri nə zamana gedib, qurulubdur, nələr əsasında tənzim olunubdur. Bugün onun hökm edən, onu icra edən, onu rəhbərlik edən cənab prezident İlham Əliyevdir. Sabahları başqası olacaqdır. Onda Tamam. dövlət dəyişmir, hökumət dəyişir, hakimiyyət Tamam. dəyişir. Hakimiyyət yarışı var. Sizin nəzərinizdə, təşkilatın nəzərində baxışına görə hakimiyyət önəmlidir, yəni dövlət, üzr istəyirəm. Dövlət önəmlidir, yoxsa demokrasi, yoxsa azadlıq, hansısı önəmlidir? Dövlət önəmlidir. Dövlət olmasa demokrasi olmaz, azadlıq olmaz. Yəni o azadlığı təmin edən dövlətdir. Dövlət həm övləviyyəti var, həm əhəmiyyəti. Yəni ki, dövlət olmasa, indi biz məsələn deyək ki, Təbriz istəyir demokrasidir. Necə eləyəcək? Mənim dövlətim icra gücüm yoxdur ki. Mənim polisim yoxdur. Demokrasini icra eləmək üçün parlament lazımdır, qəzai sistem lazımdır, polis lazımdır, ordu lazımdır, pul lazımdır, media lazımdır. Yəni sistemin olmalıdır bunu. Dövlətin olmasa demokrasini demək, icra eləmək mümkündür. Doğru. Demək ki, dövlət demokrasidən ərcəkdir. Birincidir. Tamam. Demokrasini qabaqcın tərif eləmişsiniz, amma bir seridə tərif eləsəz gözəl olar. Bunu bir də deyim, dövlət demokratlaşa bilər. Bildiniz? Yəni, amma demokrasi dövlət ola bilməz. Yəni, dövlətsiz demokrasi ola bilməz. Dövlət, bugün qurduğumuz bir dövlət möhtəmələn bizim o ünvanladığımız demokrasiya deyil, uyğun deyil. Amma zaman içində bunu demokratlaşdırmaq olar. Demokrasiya gəldikdə, demokrasi dedik idarə sistemidir. Necə ki, federalizm, sosializm, o birisi, bu birisi, bunlar sistemdirlər. Demokrasi də idarə sistemidir. Və bu günə qədər də yoxlanılan sistemlərdə ən uğurlusudur. Amma tam demokrasida nəqsi yoxdur da deyə bilmərik ya. Nəqsiz də deyil. Demokrasinin zəifləri də. Hangi şərait lazımdır? Demokrasi üçün məsələn indi buyurdunuz ki, dövlət şərtidir. Dövlət olmasa daha nə şərait lazımdır hakimiyyət qurulsun? Üzrsən, demokrasi qurulsun. Dövlət, orada qanunquzarlıq, qanunlar demokrasini tərifləməsi, bunun icrası üçün məcburiyyətlərin qoyması, insanların təlim və insanları eğitmək, alışdırmaq, kültürel və ictimai demək hərəkətləri ya ictimai, kültürel adətlərlə ictimai adətləri bir-birlərinə uyumsallaşdırmaq, bunlar hamısı o demokrasının mərhələ-mərhələ, zaman-zaman olacaq. Demokrasi bir gecədə olmaz, bir gündə olmaz, mümkündür. Məsələn, 200 il çəkər, biz elə demokrasi yolunda olaq. Məsələn, elə Amerikanı nəzərdə tutsun, Kanadanı nəzərdə tutsun, bir çox ölkələri nəzərdə tutsun. Bu sonsuz bir şeydir. Yəni bir nöqtə yoxdur ki, deyəsən, burada da demokrasi tamam olubdur, qutuldu işimiz. Salih bəy, məsələn, mən baxıram ki, Kanadanın qanunlarına. Deyir ki, demokrasidən istifadə eləməzsən, səni mücazat edirəm. Məsələn, o cümlədən biri rəy. Rəy verməsən, mücazat eləyə bilərlər səni. Yəni, deyir ki, sənin haqqın yoxdur demokrasi. Acaba siz belə bir şeyə mötəqisiniz, demokrasi icra olmaq üçün mücazat qoyular? Türkiyədə də məsələn var, rəy vermək məcburudur. Yəni, gərək ki də sən rəy verəsən. Verməsən, öldürmürlər adamı. Məsələn, bir cərimə eləyir. Yəni ki, bir iştiraf verilir, siz bir cərimə olursunuz ki, yəni hər kəs qatılsın məmləkətin, demək, nə qədər çox qatılsa o məmləkətin siyasi müqəddəratını bəlirləməkdə, məsulların seçimində, demək ki, bu bəlkə məsələn daha yaxşı nəticələr alınır bilər. Kanadada belə bir qanunu mən indi sizdən eşitdim, amma rəy verməyən məsələn Kanadada qanun var, məsələn biri də bunlardan heyəti münsifə olmaq. Mühakimələrdə ki, heyəti münsifə qururlar. Siz dav tələbanə getməlisiniz. Bəlkə hüquqda verələ bir $15 hədd əqəlli verirlər elə bir. Amma məsələn bəzi mühakimələr var, bir ay çəkir. Sizi hoteldən dadqaha mənim özümü select ediblər.
məhkəməyə, orada qaça bilməzsiniz. Yəni ki, gedim orada jüri sistemində oturum, müəyyən münsifə. Bəzi pərvəndələr vardır ki, qazilər həll edə bilmir. Qazilərin indi gəlirlər ümumi rəydən seçirlər də, vətəndaşlardan seçirlər, 20 nəfər, 15 nəfər tək olurlar onlardan normalda. Gəlirlər bu sürətdə qazilər suallarını edirlər, vəkillər suallarını edirlər, amma rəyi siz verirsiniz. O da yenə də onun icraya minməsi qaziyə asılır. Məni bir dəfə qoymuşdular, selekt eləmişdilər. Elə baxdım ona gördüm ki, buraya geçsəm, özdə zadı var. Rədd eləyə bilməzsiniz deyil, səbəbiniz olmalı. Bəli, səbəbiniz olmalı. Geçərli səbəb olmalı. Məsələn, deyəsən ki, pula görə getmirəm, onu qəbul, o rədd deyil, o səbəb deyil. Ya məsələn, zamanım yoxdur, səbəb deyil. Mən baxdım ki, təxminən 3 həftə sürəcəkdir, 3 həftəni də bu case bir cürüdür ki, evə gələ bilməyəcəm. Biz gecələri də qalaq orada. Bəli, o cürdür, o cürdür. Yəni, istəyirəm bunu ərz edəyəm. Demokrasidə bir iddədə zorluqlar qoyubdur. Məsələn, o cümlədən demokrasinin biri də elə budur da. Yəni, heyət münsifə olmaq. Deyir ki, burada mən mücazat edirəm gəlməzsən. Sən gərək gələsən, gərək də müftə gələsən, ya təqribən müftə gələsən. Məsələn deyirəm, cənabınızın saatınız $50'dır. Orada $15 yarım verəcəklər. Ona baxın, görün ki, mənim evim qalacaq, xaçlarım qalacaq, filan qalacaq. Burada dəlil deyil. Getdim, dedim ki, mən bu işi eləyə bilməyəcəm. Səbəbini də dedim ki, mənim dilim, İngiliscəm hökm eləyəcək qədər güclü deyil. Doğru. Mən də elə bu hökmlərin özüm mən də getməmişəm. Amma istəyirəm bunu ərz eləyəm ki, demokrasidə belə bir zorunluluqlar da var demokratik olmaq üçün. Yəni deyir ki, mən səni mücazat edirəm. Yəni əgər getməsəz, dəliliniz olmasa, getməsəz, rədd eləsəz, dəlilinizi qəbul edir, sizi zindana verir. Deyir ki, sən haqqını, demokrasini eləyə bilməzsən. Sizin də belə demokrasidən belə bir düşüncəniz vardır ki, insanları məsələn 200 il gözləsən insanlar demokrasi olsa, bəlkə 200 ilə də olmadı. Çünki insanlar bəzi şeylərə hazır deyirlər gələrlər. Vaxt məsələn heç kəs hazır deyil gələr, bir ay orada məsələn məhkəmədə keçirdi, axırda da məsələn heç bilməyək ki, bir aya da qutaracaq ya yox, qala orada. Təbii. İndi burada siz demokrasiyə belə bir zorunluluqlar da görürsünüz düşüncənizdə ya yox? Demokrasinin icrası üçün əlbəttə ki, gərək dedim bir güc olar. Amma bizim belə bir, məsələn, birisi ki, demokratik haqqından istifadə eləməyib, gedib rəy verməyib də onu cəzalandıraq, belə bir şeyə yox. Belə bir tərimiz yox. Tamam. O cür düşüncənizdə o cür bir şey yoxdur. Yox. Hangi şəraitdə demokrasi tətil ola bilər? Demokrasi heç zaman tətil olmur. Demokrasi heç zaman tətil olmur. Heç bir zaman tətil olmur. Ola bilsin ki, o vəziyyətdən düşsün, ya məsələn, o ərcəhiyyətindən düşsün. Amma tətil olmur. Tamam. Mümkün dərəcədə balaca bir pəncərə varsa, biz onu dik etməyə və uygulamağa baxmalıyıq. Heç bir zaman tətil olunmamalı. Olursa zaten aktiv olmaz. Tamam. Dünyada bir çox demokrasi örnəkçiləri var. Siz bu demokrasilərdən hangisına çox yaxınsınız, ya hangisinin tərəfdarısınız? Demokrasi desək, mesela dünyada təmin olunacaq, Türkiye'nin bugünkü değil, eski sistemi demokrasını, yani o parlamentin gücünün çok olduğuna göre demokrasını daha demək geniş formada ya güclü formada təmin eləməyə şərait yaranır. İndi olub olmur orası ilə bəhsim yoxdur, amma sistem demək hətta məhsulları belə bəlli ölçüdən eləyib məhdudlaşdır. Məsələ savaşı istəyir girsin, Amerika kimin deyir ki, prezident yayıcıda dursun, əmr versin ki, savaş başlar. Burada məsələn əvvəlcə gedən məclis şey təsvib eləyər. Onlardan keçəndən sonra, ya məsələn istəyir deyək ki, bir işlər görsün, olacaq əvvəl qanuniləşək. Yəni veto haqqı yoxdur prezidentin ki, öz veto eləsin.
Amma bəzi ölkələrdə vardı. Azərbaycanda bizim indiki mərhələyə var. Bizim bir keçid mərhələmiz vardı. Bir də sabitləşdikdən sonra. Keçid mərhələsində Azərbaycanın bir çevik qərarverici və yəni sistemin, cümhuriyyət sisteminin dəstgaha, dövlətə və böyük ixtiyarat verməlidir ki, çevik şeylər tutsun. Çünki inqilabi bir mərhələdən geçir. Və hətta məsələn dövləti quranda bizim heç məclisimiz yox. Bilirsiniz, əvvəl dövləti quranda məclisimiz yoxdur. Çünki məsələn, aparaq bunu məclis təsvib eləsin. Bunu dövlət şey eləyəcəkdir. Bizə indiki vəziyyət durumumuza uyğun olaraq Azərbaycan Cümhuriyyətinin idarə sistemi daha uyğundur deyə deyə bilərəm. Da o birisi sistemlərə. Çox gözəl. Sizin düşüncədəki demokrasi ya demokraside en önemli varlık ve irade milletin iradesidir, yoksa devletin iradesidir, yoksa hakimiyetin siz tarif elədiniz yoksa meclisin, yoksa kanunun, bunların hangisinin iradesi en önemlidir o demokraside? Kanunun icrasıdır, milletin iradəsidir təbii ki, ama bu irade kanunda təcəl. Yəni ki, indi bir yerdə məsələn fərz eləyək ki, kanunun yetersizdir veya aslında nəzərdə tutulur. Biliyorsunuz ki, orada millete müraciət olunur, milletten rəy alınır, milletin sən millete heç müraciət eləmişsiniz, o çıxır etirazını qoy, gətirir orada gücünü, yəni bu haqqı olmalıdır. Eğer bu millette bir madde, bir hərəkət, bir dövlətin ya bir kanun yetersizdir, ya belli hakları tapdalamaqdadır, ya görməməzlikdən gəlməkdədir, orada millət iradəsini qoyur. Milletin iradəsi təbii ki, gəlir qanun formasında təcəlli, qanuniləşir, qanuna çevrilir. Bunun da icrası dövlətə də, hakimiyyətə də, bütün orqanlara məcburdur, cəbridir. Tamam, güzel, güzel. Teşekkürler. Demokrasinin zamini kimdir? Ya nedir? Dövlət, qanun. Demokrasinin zamini qanundur. Necə ki, ədalətin zamini dedik qanundur. Demokrasinin də zamini qanundur. Demokrasini necə ölçmək olar? Yəni, nədir ölçək ki, bura demokrasidir, yoxsa bura diktatorluqdur, bura yarı demokrasidir? Məsələn, mən dünən 2-3 gün bundan qabaq bir Kanadalı ilə danışırdım. O deyirdi, İsrail bölgənin ən demokratik bölgəsidir. Deyirdim, adam orada dünyanı qatıqda öldürür. Necə bir demokratikdir ki, orada belə adamı öldürür, amma məsələn, öz vətəndaşlarını öldürür. Orada xəta buradadır. Demokrasi dediği bir idarə sistemidir. İndi bir dövlət başka bir dövlətə, başka bir millətə, acaba İsrail məsələn, bu dedi, indi İsraildən gəldi də söhbət. İsrail xalqını, öz xalqını qırır, döyürsə, sizin dediğiniz doğrudur. Ama başka bir xalqa eğer, başka bir demək millətine... Yoxsa məsələn Qəzza müstəqil məmləkət deyil ki, İsrailin bir parçasıdır. Ama oranı qırır. Yani müstəqil bir dövlətinin savaşmır ki. Qəzza İsrailin... Qəzza İsrailin hakimiyyətində deyil ki, Qəzzanın özünün dövləti vardır. Hamasın... Xeyr, o şeydir. Xeyr. Federal kimidir ora. Ama Qəzza İsrailin içindədir. İsrail oranın nümayəndəsi Knessetdədir. Yəni o parlament ki vardı orada. Ama əməldə elə deyil axı ki. İndi Qəzzada görə İsrailin polisi var, ya Hamasın polisi var. Əməldə gəlir. Tamam. Federal da ona göre. Federal sistemde ona göre. Ama bu şeydir yəni İndi biz məsələn İsraili müdafiə eləmirik ha. Mən o de onu istəyirəm deyəm ki, mən də istəyirəm onu deyəm ki, mən də onu deyəm ki, İsraildən himayət eləmirik, ya ərəblərdən şey eləmirik. Amma məsələ budur ki, o şeyi necə ölçək? Yəni demokrasini necə ölçək? Necə ölçmək olar? Orada əgər o hansı bir ölkədəki danışırıq, görək ki, o millətin, orada yaşayanların, millətin nə qədər siyasətdə, dövlət idarəçiliyində, məmləkətin idarəçiliyində rolu vardır. O demokrasinin meyarı odur. Yəni, nə qədər təsir edir, nə qədər dövlətin seçimində, yəni... Çox üzr istəyirəm, Salih bəy.
Əcəba mənzurunuz budur ki, yəni gələk orada dövlətin opozisiyonu ola, ya hakimiyyətin opozisiyonu ola? Hansını ki o görsə də, yoxsa məsələn millətimiz hardan məsələn bilək ki, millət nə cür düşünür? İcazə verin, seçimlər olur o məmləkətdə. Gəlirlər, seçkilər var. Səncə burada təbii ki, pozisyon, opozisyon var, hakimiyyət və opozisyon vardır. Məsələ yaxşı, biz indi bəlkə məsələn bir çoxları Fransa'nı demokrasinin mərkəzi görür və ya məsələn Amerikanın və ya başqa ölkələri, məsələn Kanadada qeyri-demokratik hərəkətlər vardır. Kanada gəlib məsələn burada bir dənə qanun vəz edibdir ki, deyir ki, Erməni soyqırımını sənədsiz, səbəbsiz, dəlilsiz, nəsiz gətirib orada keçiribdir. Burada bir sürü Türk və ya demək Azərbaycanlı, Türk kökənli insanları məhdudlaşdırıbdır. Onların əleyhinə təbliğat apar. Yaxşı, ya deyək məsələn icraî sistemlərdə bir çox şeylərdə biz baxırıq görürük ki, o demokrasi icra olunmur. Yəni ya lazımi qədər icra olunmur. Ona görə deyirik ki, demokrasi ölçək, istəsək biz şeylə bayaq İsraili misal vurdunuz, bölgüyə görə, bölgəni nəzərdə tutsaq, o doğru deyil. İsrailin idarə sistemi demokratikdir. Yəni İsrailin parlamentində getsəz, parlamentində neredeyse bir yarısına qədər ərəbdir İsrailin parlamenti. Hamısı Yahudiler değil. Baxmayaraq ki, Səhiyonist deyiyorlar, nə deyirik, filan eləyirik. Amma məsələn, gedək görək ki, Ərəbistanda da məclis özü seçilir. Amma bu tərəfdən də görürük ki, həmin demokrasidə, məsələn, Qəzzəni bombaran ilə Qəzdə də özünün bir parçasıdır. Bu tabii onu o ayrı bir məhbəsdir. Onu ayrı bir məhbəs deyil. Demokrasini burada nə cür ölçək? Yəni mən Kanadalı dostumla da bunu danışırdım ki, icazə verin, Qəzza İsrailin bir parçası deyil. Qəzza əsasən Filistin indi iki dövlətdir. Bunu indi deyil. Daha əvvəldən 1948-lərdən orada Filistin dövlətini də demək rəsmiyyətə tanınıbdır və amma İsrail bunun icrasına bu günə qədər şey vermir. O da onun milli maraqları bunu icra edir. Yəni biz də yəni demokrasiyadan danışan var da, demokrasiyadan o yerdə ki, məsələn, milli mənfəətə gələndə bax, əgər demokrasi milli mənfəətləri bir millətin milli varlığını təhdid edirsə, onu demokrasi adına biz şey eləyə bilmərik. Sabahla bizim də Azərbaycanın bir ilə gəlib, məsələn, Azərbaycan tərkibində, məsələn, Azərbaycanda yaxşı Azərbaycanın kütləri var. Səhər gələcək orada. Baxın, mən burada elə istəyirəm bunu alam sizdən. Yəni, demokrasini milli mənafe ilə ölçür. Bəli. Səhər gələ orada, məsələn, deyək ki, orada kütlə silahlı qrup quraq ki, buramız Kürdistan eləyirik, vurub dağıdaraq qoymarıq. Nə demokrasisi? Sən mənim toprağımı parçalayırsan, filan edirsən, bu demokrasi adına belə bir şey qəbul edilməz. Yəni, demək, İsrailin varlığını, demək, dövlət kimi, biz indi İsraildən deyəndə biraz yaxşı alınmaz, biz özümüzdən danışaq da. Çünki deyəcəklər, biz İsrail tərəfdarlıq edirik. Baxmayaraq ki, İsrail əsasında bizə dost ölkə olubdur. Bizim erməni işğalına qarşı yanımızda duran nadir ölkələrdən idi. Müsəlmanların heç birisi bizim yanımızda deyildi və tərsinə Filistin Türkiyə yanımızdaydı. Türkiyə yanımızdaydı. Pakistan Müsəlmanlar deyəndə Türkiyə, Pakistan, bunlar vardı, Endonezi. Müsəlman kimi ölçmür. Türkiyənin müsəlman ölkəyindən deyil, Türk ölkəyindən. Bizim yanımızda. Yox. Amma məsələn, bu Filistin, Mahmud Abbas Ermənistanın yanındadır. Ərəfat, mən özüm Ərəfatı sevənlərdən birisiydim. Biz yəni o inqilab dönəmində Ərəfata bir vurğunluq var idi. Asıl Ərəfat hamı istəyirdi, yəni bunu biz gedib Tehranda zaten səfirliyi var Filistinin. Oradan gedib məsələn olan yazıların, kağızların, xəbərlərin zatlarını anladıq ki, nə gedir də. Mən Ərəfatı sevən birisi kimi. Amma sonra görürüm Qarabağın işğalında onu Ermənilər Qarabağı işğal edib Qarabağın azadlıq hərəkatı kimi demək tərəfçi. Burada mənim mənfəətlərim təhlükəyə düşür.
Ərəfat saymaram burada. Tabii ki. Mahmud Abbas gedir orada Erməni soyqırımını rəsməcə tanır. Amma Türkiyə gecə-gündüz ona dəstək verir. Bunlar olmamalıdır. Bizim mənfəətimizə uyğun deyil. Ona görə demokrasi və filan ya hər hansı bir örtü altında milli mənfəətlərə zərər verilirsə, onun qarşısına keçir. Orada demokrasinin Əslində mənim soruma cavab verdiniz. Axirin sorumu soruşum sizdən, amma cavab verdiniz. Fəqət istəyirəm ki, sualda dəqiq bəlli olsun ki, siz buyurduğunuz nədir? Demokrasiyə qarşı mübarizə ilə necəsiniz? Yəni bunu indi dediniz əlbəttə. Demokrasiyə qarşı mübarizə, yəni demokrasini məhdudlaşdırmaq mı? Yox. Məsələn, sizin bir demokratik hakimiyyətiniz vardı, dövlətiniz var, üzr istəyirəm. Ona qarşı mübarizə eləyənləri necə görürsünüz? Sizin demokrasiyayla müxalif olanları necə görürsünüz? İndi o qalıbdır ki, nə niyyətlə. İndi bizim demokrasimizdə bir nöqsan var. Bizim icramıza, yəni demokratik mövqedə müqavimət mübarizə ilə onu daha demokratlaşdırmağa və ya ki, insanların orada hüququnu məhdudlaşdırmağa, məsələn, bir dini hakimiyyət gətirərək məhdudlaşdırmağa. Təbii ki, ondan demokrasiyə zərər verəcəksə, təbii ki, dövlət də bundan mükəlləfdir ki, o demokrasini qanun və dövlət mükəlləfdir ki, o demokrasini müdafiə eləsin. Yox, əgər demokrasini icrası üçün bizim mövcud olan demokrasinin zəif, naqis görüb də bunu daha da genişləndirməyə ki, gəlirlər. Təbii ki, o müsbət bir məsələ. Bir dənə məsələ mətrəh olur, o da niyyət məsələsi. Biz insanların niyyətini bilə bilmərik ki, ya təşkilatların niyyətini. Fəqət deyə bilirik ki, bunlar bunu istəyirlər, ya istəmirlər. Niyə hədəflərini eylənmir? Hədəf də, o hədəf niyyət deyil. O hədəfi qoyur, biz ondan təşxis verə bilirik. Bilmirik onun arxasında nələr aparırlar. Amma indi onu gördük, onların hədəflərini gördük ki, burada bizim demokrasimizlə düşmənlik edirlər. Demokrasinin, hətta o düşmən çıxanları da qəhri forma ilə deyil, ona da demokratik yolla. Biz də demokratik usullara dayanaraq onların yalan dediklərini və ya yanlış olduqlarını göstərməyə, sübut eləməyə, anlatmağa, xalqımıza nə deməliyik, çaba göstərmək. Amma bunu sizə deyim ki, bütün demokratik dövlətlərdə də, beləncə nöqtələrdə əslən bu demokrasi usullarına, bu məsələyə bücük girməz. Birdən görəsiniz, şəhər çatırasınız, görəsiniz ki, məsələn, filan qadın cibəsinin tərəfi səhv eləyibdir. Görürsünüz ki. Səhv eləyibdir da qutuldu getdi. Yəni, ya nə bilim, belə şeylər var. Ya bir dəndən görürsünüz ki, məsələn, seks mələs çıxartdılar, pedofil çıxartdılar, filan çıxartdılar, getdi, yəni. Belə şey olur. Bilərlər, bəli. Tamam. Amma getiriq azadlıq önəmli bir məsələdir. Fərdi azadlığı, toplum azadlığı, düşüncə azadlığı və bunlar. Bunları biraz danışaq. Burada da bir 10-15 sorum olacaq xidmətinizdən. Azadlıq sizdə nə məna verir? İnsan zaten azad doğulub və azad da yaşamalıdır. Fikir azadlığı olmalıdır. Qanun insan azad doğulmur, azad da yaşamır. Çünki insan şəraitdə doğur. Seçmir ki. Yox, bunun harası azad doğur? Bu insanın iş haqqı vardır, yaşayış haqqı vardır. Bunlar kimsə bundan səlb eləyə bilməz. Yəni biz gələk deyək ki, bu doğubdur. Bunu elə götürmən basım orada torpağın içində niyə doğubdur? Yox. O doğub onun yaşama azad yaşasın orada, yaşayır. Yəni bir seri azadlıqları doğuşu ilə bunun varıdır ki, onları təmin eləməkdir. Düşüncə azadlığı, demək, ictimai azadlıqlar hamısı təmin olunmalıdır. Bunlar da qanun tərifdir. Bunun mən hamısını burada durmuşam, deyim ki, azadlıq budur. Bütün o azadlıqları ki, bizim ölkəmizin, Azərbaycanın anayasası, konstitusiyası bəlirli, onlar bütün insanlara sidq edir və bütün hamısında istisna qayd olmadan hamısına keçərlidir. Hamısı da ondan bəhrəmənd olmalı. Dövlət bunu onu icra eləməkdə çaba göstərir. Salih bəy,
sizin söhbətlərinizin içində mənim zehnim getdi bayaqçı sorumuza. Bir şey zehnimə gəldi. Bunu sizlə qoymasam ortaya mənə biraz çətin gələcək. Yatamayacağam gecə. Bayaq dedik ki, təyyarada gedən adam hansı ki məmləkətin üstündən gedir, oranın vətəndaşı hesab ola bilər buyurdunuz ki, istəsə əlbəttə də, məsələn, təyyara getdi o birisi məmləkətə. O məsələn neçə məmləkətdən keçir. Yəni elə bir haqqı var. Amma indi istəyirəm görüm, o təyyara malikiyyəti də var. O bir məmləkətin bayrağını daşıdı o təyyara. Hər təyyara ki bir bayraq daşır, o məmləkətin bayrağıdır. Yəni o məmləkətdir, məmləkət hesab olur. Məsələn siz deyirlər ki, məsələn filan gəmi pərçəmi üstündə idi, bayrağı üstündə idi, ya filan təyyara filan məmləkətindir. Yəni orada doğan o məmləkətə aiddir. Bunu da belə düşünürsünüz, yoxsa fərqli düşünürsünüz? Yox, ona inanmıram. Yəni vəsilədir, o bir vəsilədir. Hansı ölkədəndir? Mümkün biz bir dənə uçağı məsələn Azərbaycanın lazım ola birisindən kirayə edir, ya müqavilə bağlı. O bir vəsilə. Amma o havadan geçir, o coğrafinin üzərində olduğu üçün o haqqı ona tanıyıblar. Yox, mən o... Əlbəttə dünyada bu şeydir da, gəmilərdir, təyyaralardır, məmləkət adına tanınır, məmləkətin torpağı hesab olur. Onun üçün də siz məsələn torpağınızın üstündən geçəndə yendirə bilməzsiniz. Yəni savaşa gedir, savaşa gedir. Onlar ticari gəmidir, hərbi gəmidir, misafir gəmisidir. Nədir bunlar? Misafir gəmisində məsələn demirlər ki, sən məsələn fəqət Amerika gəmisini fəqət Amerikalılar aparmış ki, başqaları da gedir. Amma orada hər kəs olsa, orada bir tərifim yoxdur. Mən onu bilmirəm. Ona görə... O mənim zehnimə gəldi, onu istədim yadınıza salam ki, belə bir çəlişki var. Bir zadım yoxdur. Ona da baxaq belə bir araşdıraq. Tamam. Nələr azadlıq hesab olur, nələr azadlıq hesab olmur? Yəni azadlıq deyəndə, məsələn bizim məşrutədən bir əcib təcrübəmiz var. O da buydu ki, məsələn azadlığı belə düşünmüşdük. O dövrədə yaşayan onlar sözlərin azad düşünür bilirdilər, ruznaməti bilir. Buydu ki, hər kəsə ağızdan gələnlərin deyirdilər, söyüş verirdilər, filan ellər, yazırdılar, deyirlər, bu mənim azadlıq haqqımdır, söyüş verə bilirlər. Yox. Azadlıq, nələr azadlıq haqqıdır, ya nələr azadlıqdır, nələr azadlıq deyil. Sorun budur. Azadlığın, bilirsiniz, ümumi desək, azadlığın, sizin azadlığınız o yerə kimindir ki, başqalarının azadlığını tapdalamır. Başqalarının azadlığını təhlükəyə salmır. Əgər demək, siz birinin şəxsiyyəti ilə oynursunuzsa, onun azadlığını təhdid edirsiniz. Orada siz azad deyilsiniz. Yaman Yavuz deməklə, təhqir eləməklə bunlar azadlıq deyil. Azadlıqlarımız, yəni bu da yenə də səyyal da, bu yenə də kültürel məsələdir. Yəni azadlıq özü kültürel məsələ. Bir toplumda azad olar, o birisi toplumda azad, əslən deyilməmiş, yazılmamış sözü azad olmaz və ya bu kültür onu qoymaz. Əslən eləyə bilməzsiniz. Bilirsiniz də haqqınızda, amma görürsünüz ki, burada qəbul olunmur. İçinizdən bir şeylər mani olur. Amma ümumi desək, azadlıq sərhəddini dediniz də, azadlıq hara kimindir? Azadlıq ora kimindir ki, mənim azadlığım ora kimindir ki, sizin və başqasının azadlığına xilal yetir. İndi burada bir dənə də hakimiyyət, dövlət var, üzr istəyirəm. Bir dənə də dövlət var. O da mənim hakimiyyətimi, o insanlarla mənim azadlığım tamam. Mənim azadlığım öz həyətimdə qonşunun divarlarınadır, sərhəddinəcək. Amma indi xiyabanda azadlığım yox. Ölkədə qanun tərifləyir sizin azadlıqlarınız. Bu məmləkətdə qanun sizin azadlıq, hara kimi nələrə azadsınız, qanun vardı. Qanunun demək təriflədiyi azadlıq hər kəs üçün keçərlidir. Onu kimsə yəni onda sizin tərifiniz beləsi olur. Üzr istəyirəm, siz onda azadlığı belə tərif edirsiniz. Əgər düz deməsəm, həttəmən bunu islah edin, çünki önəmlidir, sizin nə yağıza yazılır. Azadlıq qanunlar çərçivəsində yaşanan bir şeydir. Demokratik bir Azərbaycan, yəni bizim
hədəfimiz demokratik, sekular Azərbaycanda tənzim olunan demokratik qanunlara əsasən insani hüquqa dayalı qanun demək, insanların azadlığının da sərhəddə atıdır. Bu qanunu pozanda sən başqalarının ya toplumun azadlığına, ya ölkənin azadlığına, ya bir insanın, bireyin, ya bir demək kəsimin, dövlət əsasında, dövlət demokratik ölkələrdə dövlət daha millətdən mücəzza bir şey deyil. Millətin vəkalətini verdiyi birisidir. Yani amma yox, məsələn əmniyyət məsələsi var, məsələn casusluq məsələsi var, məsələn bu cür bir şeylər vardır ki, toplumda bireylərə o qədər mümkün təsir eləmiyor. Amma hakimiyyəti... Bəli, dövlətin ümumiyyətdə o məmləkəti təhlükəyə atır da, doğrudur. Tamam, gözəl tərif oldu. Deyim ki, bu tərif sevdim. Gözəl tərif. Mənim o haqqdan düşündüyümə yaxındır, ona görə ha. Mən haqqı, ədaləti, qanunu tərif çox mənə yaxın oldu zehnidən, çox ona görə. Ərz edeyim xidmətinizə. Azadlığı qanunla, qanun əsasında yəni, qanunu bəhanə edərək, polislə, mafya ilə əzmək istəyə bilənlər var. Bu azadlığın zəmanəti nədir? Rantılar məsələn azadlığı əzə bilər, mafyalar əzə bilər, polis əzə bilər, ittilaat əzə bilər, istixbarat əzə bilər, radio, televizyon əzə bilər belə. Beyin yıxama sistemi, məsələn təlim sistemi. Təlim sistemində mənə bir şey örgə edərlər ki, məsələn mən indi deyək ki, məsələn Güney Azərbaycanda deyək ki, ya İran adlanan o siyasi varlıqda dədə durur, qızını öldürür. Burada bunların zəmanəti nədir? Bu azadlığı bunların əlindən qorumaq üçün zəmanət nədir? Orada da yenə də o əvvəldə dedik, demokrasini, azadlığı təmin eləyəcək, icra eləyəcək gücə ehtiyac var. Amma bu güc əgər o azadlığı səlb eləmək üçün istifadə olunursa, onu da durdurmaq üçün dövlətdə möhkəm qanun infrastrukturası qurulmalıdır, qanun sistemi qurulmalıdır ki, o polisi də, o polis sistemini də, o güc sistemini də ki, istəyir demək, bəlli hallarda, bilirsiniz, bəlli hallarda bəlli haqlar, bəlli azadlıqlar keçici bir formada, bəlkə məsələn deyək ki, bir savaş durumudur, ya bir istisnai hallarda bəzi azadlıqlar askıya alına bilir. Amma əgər polisə və ya icra sisteminə limitsiz imkan verilirsə ki, demək, yəni cəza olaraq möhkəm cəza sistemi yoxdursa, onda azadlıq pozuntusu ola bilər. Ona görə gərək o icrai ya icra qüvvəsinin özünün də təpəsinin üstünə bir möhkəm qanunlar qoyulmalıdır, nəzarətdə olmalıdır ki, bu azadlıq ya demokratik haqların icrasında doğru dürüst fəaliyyət eləsin. Amma bu zərurətən, bu anlamda deyil ki, insanların azadlığı səlb olunmayacaqdır. Bunun o nöqtəyə gəlib yetişməsi üçün ciddi eğitim lazımdır. Yəni, həm kütlədə, həm dövlət strukturunda, həm bunun icra qüvvələrində nəsil və beyin dəyişməlidir. Və bu uzun sürəli bir eğitimin və demək, çabanın nəticəsində ola bilər. Ona görə... Salih bəy, məsələn Kanadada, mən Kanada sistemin, Amerika sistemin biraz yaşırıq, yaxındırlar bir-birlərinə. Ona görə bunu misal vururam. Dostlar məni bağışlasınlar, hər zaman görürlərsə. Mən inanıram, hər kəs hangi məmləkətdə, hangi ölkədə yaşır, çox onu tanıyır, tanıdığı üçün çox ondan onu ülgü götürür. Ərz edeyim ki, Salih bəy, məsələn Kanadada bunu biliblər ki, dövlətə bağlı olan siyasi, yəni dövlət deməyək, hakimiyyətə bağlı olan mafyalar qurula bilər, polisin içində mafyalar qurula bilər. Məsələn, Kanadada polisdə mafiyanı çox gördük.
ya hətta ittila sistemdə mafiya ola bilər. Bu cür ola bilər. Qruplar qurula bilər ki, mənafeləri üçün ya ayrı bir mənafe üçün ki, dövlətin əsli mənafeyindən uzaq bir ayrı mənafe götürə bilərlər özlərinə, amaç götürə bilərlər, qanunlara əzə bilərlər, demokrasiyasını apara bilərlər, insanlara apara bilərlər. Bunun qarşısına Kanadada bir tane sistem yaradıblar. O da nizarət sistemi, amma mətbuatdan da yox. Bir tane ayrı şəxsi qruplar düzəlir. Şəxsi. Yəni dövlətə bağlı olmayan, büdcəsi dövlətdən gələcək. Sonunda bunlar dövlətdən o pul alacaqlar. Amma bunlar məsələn gedirlər dövləti təhqiq edirlər. Özü dövlət məclisindən ya hər yerdən bir icazə alırlar, qüdrəti alırlar, getsinlər armini, polisi, əmniyyəti bunların içinə girirlər, təhqiqat edirlər. Təhqiqatın sonucunu gətirirlər ya parlament ya filan məhkəməyə verirlər, ora sunurlar. Ya hətta kolli dövlətə sunurlar sizin tərifinizlə və o dövlət məsələn onun içində məhkəmələr var filanlar, bunlar baxırlar və nəzər verirlər. Məsələn, çox belə sadəsi budur. Kanadada siz hər nə iş görsəz dövlətlə bağlı, sizə bir dənə kağız gəlir, verirlər, deyirlər ki, siz buna etiraz edə bilərsiniz, etirazı iç yetişə bilər, eşik yetişə bilər, 3 mərhələ, 4 mərhələ, hər orada sayırsınız, siz haqqınız var. Acaba siz belə bir sistem düşünürsünüz, məsələn, polisi, ədliyyəni, demokrasini, məclisi, nümayəndələri kontrolü üçün, hakimiyyətin kontrolü üçün belə bir sistem düşünür müsünüz? Mütləq. Sistem olmasa, yəni o polisin elə hər şey tapsırsan polis forsuna, polis gücünə o inhirafa çəkilə bilər. Onun üzərində bayaqla dedim ki, bir nəzarət olunmalıdır. Yəni onu da, o polisi də kontrol eləyəcək, o məclisi də kontrol, o vəziri də, əlbəttə cumhuriyyət sistemində ya seçim sistemində bu kontrol bir də yəni bunlar deyək, siz hər 4 ildə ya 5 ildə ki gedirsiniz seçimə, o adamlara ki bu məsuliyyəti verirsiniz, onlar bir daha da seçilsinlər deyə məcburla nənəsinlər o icraatda daha diqqətli olsun. Yəni bu özü bir növ onların demokrat və ya o hüquqları təmin eləməkdə, düzgünlük icraçılıqda onları bir türlü qısıtlamaqdır. Amma bu yetərli deyil. Yəni gərək icra sistemi, hətta qəza sistemə də gərək nəzarət olunaq. Yəni mümkün dərəcədə ona görələr ki, bunların başının üstündə, bunların da təpəsindən, bunların işinə də baxıb, bunları da məhkəməyə çəkəcək bir güc var. Yəni o qazı da ki gəlir orada yersiz rişvətlə qərar verir, o da bilər ki, bir gün onu da çəkib məhkəməyə o millələrin arxasına ata bilər. Talih bəy, mənim dediyim budur. Dövlətdə, yəni hakimiyyət 4 ildən 4 ilə, 5 ildən 5 ilə, 6 ildən 6 ilə, hər neçədən dəyişə bilir. Amma bunlar səs almış, rəy almışlardır. Amma onlar iki sistemin içində daim qalırlar. Məsələn, fikir verin ki, polisin başı həmişə dəyişir. Həmişə, məsələn, taza bir hakim gələndə polisi dəyişdirir, itilatı dəyişdirir, öz tanıdıqları, etimadda olduqları adamları gətirir, qoyur başa. Amma aşağı həmişə sabitdir. Zabinlər sabitdir, qarşınaslar. Yəni orada çox şey gedir. Mafiyalar orada düzəlir. Üstdə düzəlmir. Bəlkə üstdəki nəsdən xəbəri olmur ki, mafiya var içəridə. Bunun kontrolu mənim nəzərimdən çox önəmlidir. Ta məsələn rəis cümhurun ya nümayəndələrin. Çünki onlara məsələn onlar 4 ildən 4 ilədir. Amma mafiya düzəlsələri 4 ilin içində dağılıb gedə bilər. Amma o ki daimi idarələr qalırlar, bunlar çox ağırdır. Yani, siz bunu necə düşünürsünüz? Onlara nəzarət sistemi olmalıdır. Yəni onları nəzarətdə saxlasın, dedim cəzai sistem olmalıdır. Onlar da yəni tam ixtiyar olmamalıdır. Qanundan sui-istifadə edənlərin də önünə keçmək üçün, onları da cəzalandırmaq üçün bir qanunlar təsvib olub və icra olunmalıdır. Belə bir mexanizm olmalıdır. Düz, gözəl. Azadlıq kimin iradəsinə və istəyinə bağlıdır? Yəni azadlığın azlığı, çoxluğu bu mütəəssifانə bilirsiniz da bu keş kimidir. Hakimiyyətlər bunu atırlar da, yığırlar da. Bu kimin iradəsinə bağlı olmalıdır sizcə? Azadlıq yenə millətlə dövlətin arasında o anlaşmanın, yəni anlaşma əsasında təriflənir və daha çox burada
rol oynaya biləcək. Yəni onun tərifində ya onun demək qanuna çevrilməsində mənə görə millətin mənafeyi, millətin rəyi daha çox üstün olmalıdır. Ta ki, məsələn, hakimiyyətin ya dövlətin ya iqtidarın. Təşəkkürlər. Azadlığın sınırlarını nə cür tərif elədiniz? Bir də buyursaz. Azadlığın sınırı orada kimindir ki, başqasının azadlığını tapdalamayasınız. Başqasına azadlığını səlb eləməyəsiniz. Amma məsələn başqasının azadlığı gecə saat 1-dir, xiyabanda da sıraq qırmızıdır, mən də keçə bilirəm də. Yəni məsələn nə olsun? Keçənməz. O bir dənə ictimai təvafuqdur ki, orada adam ola, maşın ola, olmaya, orada o qanun deyib durasın. Orada siz qanunu pozursunuz, o azadlıq deyil. Yoxsa adamların onu istəyirəm deyəm. Tərif şey deyil də, tərif yəni siz onu keçəndə potansiyel birini təhlükəyə atırsınız. Siz o ışığı keçəndə orada birinin azadlığını pozursunuz. Mümkündür o birisindən bir adam gedir, sizi görmür. Ya orada ayrı bir maşın var istəyəcəksiniz. Sizə görə məcburdur dursun, görür ki, siz geçirsiniz, məcburdur boşuna tormuz vursun. Yox, baxın. Veya burası bir maşına. Ona görə o bir dənə qanundur. Onu siz orada qanunu pozursunuz. Yəni sizin azadlığınızı qanun bəlirləyir. Aha, mən istəyirəm bu tərifdə bir irad var yəni. Tərifdə əgər bir irada yol versə... Yox, siz sınırı, həddi nədir? Həddi dedik ki, elə qanunla bəlirləyəndə onu elə qoyur ki, sizin azadlığınız başqasının azadlığına zərər vermir. Başqası gələndə şey olur da, başqası gələndə birey olur. Birey olanda adam orada yoxdur, mən getə bilirəm. Çünki bireydir. Amma qanun gələndə siz qanundur. Yəni bireylə işiniz yoxdur. Demirsiniz başqasının hüququna geçməsin. Deyirsiniz ki, qanunu əzə bilməsin, qanunu geçməsin. Onda tamam, mən 7 saat 12-də də gərək duraram. Yəni amma desəz ki, birəyə deyirəm, birey yoxdur burada. Maşını da yoxdur, çağırıraq da hamı yatıb gecə. Məsələn, məsələn, otoban boşdur, 110-dur sürəti, mən qoyuram 200-ə. Çəkəsi yoxdur. Yoxdur, orada qanunu pozursunuz da. Orada qanun deyir ki, burada azad sürət, deyir ki, azad sürət burada, məsələn, 70-dir. Ya 100-dür, ya 110-dur. Siz orada onun üstündə keçəndə siz qanunu pozursunuz. Orada birey də, mən istəyirəm bunu deyəm. Mən istəyirəm Ərzəlim, o tərif kimdi verdiniz, onda o birey olur. Birey olanda mən keçə bilirəm. Çünki yoxdur heç kəs otobanda. Amma o zaman ki deyirsiniz ki, ta azadlığın sınırı qanunlardır, orada dahi mən oradan keçənmirəm. Çünki deyirəm, azadlığın sınırı qanundur. Əxlaq demirəm, ədalət demirəm, birey də demirəm. Çünki məsələn birey yoxdur, qanun eləyə bilirəm keçəm. Məsələn bu şeydir. Ona görə onu soruşdum. Çox da göz yaxdı oldu nəzərimə gəldi ki, ekonomi üzr istəyirəm. Azadlığın sərhəddi var, yoxsa sərbəst azadlıq var? Sərbəst azadlıq yoxdur ki, necə sərbəst azadlıq? Biz əvvəldə dedik ki, toplumda ki yaşayırıq, bir yerdə ki yaşayırıq, oranın qalabalıqlığına görə, oranın tərkibinə görə bir seri azadlıqlarımızı əldən veririk. Bir seri məhdudiyyəti qəbullanırıq. Çünki başqalarının da orada yaşama və yaşamaqdadırlar və ya bir hüquqları var. Ona görə yox, sınırsız deyil, hər şeyə azaddır. Onun şeydə ki dedik, ucu bucağı yoxdur. Onun ucun bucağını, onun məhdudəsini qanun bəlirləyir. Deyir ki, məsələn, siz burada gecənin bu saatında ya məsələn, indi gör Kanadada bilirsiniz də, xiyabanda siz pivanı büzür birə açıq içə bilməzsiniz. Bəli. Biranı qadağan eləmir, amma deyə açıq içə bilməzsiniz. Qoy paketin içinə, əlbəttə o da, yəni onu yerlərində gedəsin içəsin. Hər yerdə oturursan. Məsələn, parçalarda deyir ki, siz alkol içə bilməzsiniz. Bəli, bəli. Alkol qadağan deyil ki, deyib burada içə. Bəli, bəli. Ona görə o məhdudələr, onları qanun məhdudlaşdırır, qanun sərhəddatını qanun bəlir. Belə deyil ki, ucu-bucaqsız azadlıq yox. Tamam.
ekonomidə azadlığı ya liberalizm deyirlər də ekonomidə çox necə düşünürsünüz? Ekonomida bizə görə azad ticarət, azad ekonomi məmləkətdə ümumiyyətlə qalxınmaya səbəb olar, rəqabətə səbəb olar, gəlişməyə səbəb. Yəni inhisardan çıxmalıdır. Təbii ki, bir seri iqtisadi qaynaqlar o dövlətin inhisarında, dövlətin əlində olmalıdır. Onlar millidirlər, onlar şəxslərə verilməz. Amma eyni zamanda məsələn bizim Azərbaycan azad iqtisad üzərində idarə olmasının yanın tərəfində və bunu nizamnaməmizdə də vurgulanır. Burada nə əsasda gedir? Məsələn, Kanadada ya Amerikada biz gedirik, görürük ki, bir dənə 4 ayrımcı yoldur, 4 yoldur. Orada 4 dənə pomp benzin var. Qiymətləri bir-birindən çox fərqlidir. Yəni 10 sent, 15 sent, bəzən 20 sent fərqlidir. Bunu sizin liberalizmdə bunu necə görürsünüz? Bu əlbəttə ölçüdə, yəni o qədər dördünün də fərqi yoxdur. Əgər fərqi varsa, bunların ölçü azad deyil. Mənim bildiyimə görə, məsələn, siz o petrolu ki deyirsiniz, petrolun hər gün səhər bütün qaz mənbələrinə o günün burs qiymətini vururlar. Əgər, məsələn, deyək ki, siz bir dənə pomp benzindir, bir həftə bundan qabaq alıb, ucuz alıbdırsa, əgər benzini vardırsa, satırsa, ola bilər o birisindən şey olsun. Amma əsasında onların anlaşmaları, rəqabətləri bunun demək, məhdudlaşdırır ki, hər kəs özü bir qiymət qoysun. Onu biz azad şey dediyimizdə təbii ki, qiymət rəqabəti olmalıdır. Tükəticiyə şərait yaransın və daha yəni təkəllilik olanda tək bir yerdən qiymətlər belirlənəndə ya tək bir şirkətin inhisarında olanda o demək qiymətləri istədiyi kimi dəyişdirə bilər, xalqı zor duruma sala bilər. Ona görə onun da qarşısında bir rəqib mal olmalıdır, rəqib şirkət olmalıdır ki, o məcbur nələsin, dəncə ilə geçsin. Bundan ala bilmirsə, bunun malını ala bilmirsə, eyni malı başqa şirkətlərin ucuz qiymətə təmin eləmək haqqı olsun. Və bu iqtisadi dirçəlişdə rəqabətin təcrübə göstərir ki, uğurludur. Azad ekonomilərdə demək, gəlir və ya iqtisadi ilərləmə faizi də yüksəkdir. Salih bəy, mən üçün o sektorda biraz işləmişəm, onu görmüşəm. Həm bilirsiniz, mən bir uzun müddət tireli sürmüşəm. Günazda işləyə tireli sürürdüm. Həm də ki, sonra bu tür bir mağazada işləmişəm. O bursuda qiymətlər ki gəlir, onun əslən retailer əhdi yoxdur. Retailer əslən ondan işi yoxdur, bilməz onu. O üstdəki kompani ki, milyonlar litr gündə alır ya milyonlar boşqu alır, o orada bilir. Ondan sonra onlar verirlər, məsələn, mən hətta özüm də bilmirdim ki, məsələn, bunlar eləyə bilirlər qiyməti, şöbə özü eləyə bilir qiyməti gətirə aşağıya. Məsələn, bilir ki, buna renci var, indi həttəmən bilirlər renci nə qədərdir. Məsələn, eləyə bilir ki, 10 sent apara yuxarıya, 20 sent gətirə aşağıya. Bu mənfəətinə bağlıdır. Bilmirəm, bu əsli ana şirkətdən nə cür qərardat bağlayıblar, amma o müştərisini təxmağa görə belə bir şeyi var, toleransı var. Çox böyük toleransı vardı. Məsələn, 20 sent, 25 sent aşağı yuxarı çəkə bilirlər. Bu o şeydədir. Amma burası var. Məsələn, mən bunu çox gördüm, çox da yaşadım. 4 quşənin 4-ündə də şey var, pomp benzin var. 4-ünün də qiymətləri bir-biri ilə fərqlidir. Adam durubdur. Məsələn, mən axtarırdım, ən ucuzu alırdım. Adam var, getmiş ən bahasını alır. Hətta məsələn, benzində görürsünüz ki, mən gedirəm, ən normal benzini alıram, ucuz benzini alıram. Biri də var ki, əlbəttə ən baha benzin. Məsələn, ələn benzin, məsələn deyirəm, keçən həftə mən vurdum 162-yə. Məsələn, benzin, o yuxarı benzin var, o nəmənəsi azdır. O məsələn 2 dolar, 4 sent, 5 sent idi. Adam onu vururdu. Deyir ki,
liberal sistem budur. Sən puluna görə, büdcəyə görə gedəcəksən, onu alacaqsan ki, büdcən yetişir. Onu almayacaqsan ki, büdcən yetişmir. Yəni bunu deyən məsələn belə bir sistem düşünür. Amma İranda bu fərqli düşünür. Təbii ki, İranda təkəllik cənabınız buyurdunuz. Təkəllik müşkülüdür İranda. Yəni o liberalizmdə təkəlliyi aradan aparırlar. Məsələn Kanadada, Amerikada bir çox şirkətlər var. Salih bəy, bunu da ərz edeyim xidmətinizə. Mən diqqət elədim. Benzinlərin şirkəti, əsli şirkət Kanadada 2-3 danadır, çox deyil. Amma özü o 2-3 şirkət, hərəsi 10 dana rəqib şirkət yaradıbdır. Benzinə ana şirkət gətirir, hamısına verir. Amma o satanda görür üstündə ayrı ad vardı. Bəli, onlar millət onu bilmir. Millət deyirlər ki, bunlar rəqib. Amma o ana şirkət özünün içində də rəqabət yaradıb. Yəni birdən məsələn özünün içində 10 cürə şirkət yaradıb, 10 dana adına. O 10 dana adı. Baxın, məsələn, teknolojide de belədir. Başqa demək sənayedə də belədir. Məsələn görürsüz bir dənə fərz edirik ki, bir dənə radio ya bir dənə məsələn kamera gətirib eyni şirkətli tolid edir. Bir dənə marka vurur. Ona qoy $200. Bir dənə ayrı marka vurur. Həmən materialda, həmən şeydir. Qoyub da $50. Yəni bu şəraitdə düzəldibdir ki, demək o $200 ala biləcək kesin onu alsın. Ala bilməyən bu $50'lığı, yəni orada da o şəraiti düzəldir. Bu bütün şeylərdə mən məsələn özüm ticarət edirdim. Bu hitapçı bir zaman məşhur öyle da. Gəldilər ki, ne marka istəyirsən verək. Məsələn hitapçının qiymətindən də çox aşağıya verirlər. Elə markanın düzələn vuraq üstünə də. Yəni verək. Məxsus görsən ki, ithacı yerdə bilən televizyondan $300, $400 verirdik. Məsələn, belə çox ucuz qiymətə mənə şey edir də, mən satım da. Ithacı markı da, amma eyni şey. Bəli. Doğru. Və onda bəs rəqabətə siz mötəqidsiniz. Yəni azad rəqabət gərək ola. Olmazsa liberalizm olmur. Əlbəttə azad rəqabət mütləqa olmalıdır. Olmazsa təşərrüçülük olar, olmazsa xalqı, iqtisadı, mümkün iqtisadda şey olar, qazananlar olar. Amma xalq çətin duruma düşər. Mütləq rəqabət, azad bazar olmalıdır. Tamam. Azadlığa qarşı fəaliyyətlər ilə necə davranmanı düşünürsünüz? Biz də onun bayaqlar danışdıq da azadlığa qarşı nədir? Azadlıq bizim azadlığımızı, bizim dediyimiz azadlığı bundan ötəsini mi istəyirlər, nəyini istəyirlər? Bunu təbii ki, demokratik üsullara, həmən qanunlara dayalı onlara qarşılıqlı verməlidir. Onlara qəhriyə qüvvəsi xüsunətlə ancaq kullanılmır. Tamam. Fikir azadlığının sınırı hardadır? Ya sınırı yoxdur? Fikir azadlığı. Fikir azadlığına məncə bir sınır olmamalı. Yəni, nə sınırı? Siz istədiyi kimi düşünə bilərsiniz. Başqası qəbul eləməyə. Fikir azadlığına məhdudiyyət yox. Tamam. Ölçək yox. Bunu dünənləri bunu danışmışıq. Bəli, buyurun. Kimsənin fikrini məhdudlaşmır. Sən bunu düşünə bilməzsin. Azaddır. Nə düşünürsün? Yəni fikir bizim sistemdə siyasi və düşüncə üzərində kimsə həbs olunmayacaq, məhdudlaşdırılmayacaq. Azaddır. Sınır yoxdur. Əlbəttə bunu dünən danışdıq da, indi də fikirlə bugünkü bəhslərdə gələcəkdir, sorularda. O da budur ki, məsələn, qoy elə soruşun da. Dedik ki, demokrasi sistemində dövlət müəzzəfdir, demokratik bir dövlət müəzzəfdir, imkanlar yaratsın ki, insanlar o düşüncələrin, fikirlərin toplum ortasına apara bilsinlər. İndi onun haracan, yəni məsələn biri gələcək sabah deyəcək ki, mən burada Kürt vardı bu şəhərdə, istəyirəm buranı müstəqil eləyəm. Siz burada onun o fikrinə imkan da vermə, yəni fikrində tamam azad. Amma ona ruznamə verə biləcəksiniz, radio saatı verə biləcəksiniz ya yox? Baxın, əgər Azərbaycanı dedik, biz əvvəldə söhbətimizdə dedik ki, Azərbaycan dövlətçiliyini təhdid edən
dövlətçiliyi xətərə salan şeylər, bunlar demokratik ya demokrasiya azadlıq adına tolerə edilə bilməz. Dövləti təhdid edən hər bir şeyə qarşılıq verir. O mücaz deyil. Məsələn bu adam onda şey olur da içəridə bir şey çıxacaqdı. Yəni müşkül çıxacaqdı. İndi bu adam bu fikri aparır. Deyir, mən istəyirəm aparam referenduma. Siz bunu məsələn deyəcəksiniz, yox, ya radio vermirik, ya televizyon vermirik, ya azad dəyirsə nə cür verəcəksiniz? Bu boğranc bir məsələdir. Təbiidir ki, referendum nə referendum? Azərbaycandan məsələn ayrılması üçün. Bəli. Yox, onu qoyanlar da məsələn deyir ki, fərz edin ki, İspaniyada gəldilər, qoydular və Katalanlar da rəy verdilər. Nə oldu? Yəni bunu qoyaq qalsın o zaman olanda deyərik də. Biz indi ona fikirləşməmişik ki, bir kütlər gözəlir. Kürd olmadı əslən. Deyək ki, Kürd olmadı. Məsələn deyirəm, məsəl vuraraq, deyirəm, Qəradağ dedi ki, yox, onu xeyr. Əslən onları qoyaq kənara ki, dinləri də fərqi var, nəcatları, bunlar fərqləri var hər orada. Biz onları şəhərvən bilirik, yəni vətəndaş bilirik. Amma, məsələn, Qəradağlı, mən Qəradağlıyam, Qəradağ istəyirəm müstəqil ola. Müstəqil bir dövlət istəyirəm quram Qəradağda. Azadlığım budur, fikir azadlığım budur ki, ora şey olsun, bunu istəyirəm. İkinci, mənə gəlir radio, televizyon verəsən. Mütəvəli bəy, gəlir Sarkub eləyək. Nə qədər də qalsın? Mən də gəlib parçalı da azadlıq istəyirəm, müstəqil olmanda hərc mərc olar ki, yer duracaq. Olmaz, elə bir şey olmaz. Tamam. Kalırə yox. Azadlığın bir sınırı var. Hə? Azadlığa bir sınır qoyursun. Baxın, əvvəldə dedik ki, dövlətin milli demək, dövlətimizə, dövlətçiliyə və vətənə zərər yetirmir. Yəni ki, siz gəlib orada belə bir şeylər qoyasınız ki, bu dövlətin ümumiyyətini təhdidə salan, bu dövlət də fərdi birey şey deyir ki, yəni mümkün bir dənə qrup çıxar, bir dənə böyük bir qrupun hüququnu təhdid edir. Ona görə Azərbaycan yazın ortasında bir desin, mən buranı istəyirəm, məmləkət eləyim, filan eləyim. Təbii ki, o Sarkub dedim, bu şeydir. Ona yəni mekanizm, dövlət, o çok idi daha sonra. Dövlət ona elənci bir icazələr, ixtiyarlar yoxdur ki, bu qanunu bir demək, sistem kimi gələsən deyəsən ki, mənim haqqım var, burada parti qururam, ya fəaliyyət edirəm Azərbaycanın məsələn bu qismətinə ayırmağa. Ona tolerant göstərilmir. Tamam. Əgər bireylər və qurumlar ya NGO'lar fikir və düşüncələrin yaymaq imkanına sahib olmazsalar, bunu bildim, azadlığın hangi anlamı var sizin üçün? NGO'lar, bunlar məsələn, bunlar özləri bəhsdir. Bunları qoyaq qanun bəlirləsin, biz onları bəlirləsin. Qanun Azərbaycanın teorik olaraq siz bəlli eləməlisiniz. Yəni siz parti olaraq mən məsələn tanımalıyam ki, sabahları mən bir NGO'm var, ya bir hizbim var, ya bir fərdəm, biriyəm. Mənim bir düşüncəm var, amma imkanatım yoxdur bunu yetirəm millətə, müxatəblərimə. Yox, baxın Azərbaycanın qanun sistemi var. Yaxşı. Ya bu qanun bunu tərifləyir.